icarıcısı, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadənin sənəti təkcə ölkəmizdə deyil, xaricdə də yüksək dəyərləndirilir. Onun musiqi mədəniyyətimizə verdiyi töhfələr ümumilikdə Türk dünyasının mədəni dəyərlərini dünyaya tanıtmağa xidmət edir. Onun ifasında təkcə alət deyil, bu mədəniyyətin, tarihin, qardaşlığın səsidir. Virtuoz ifası ilə tanınan Sahib Paşazadə dünya səhnələrində uzun müddət səslənməyən milli harmoniyalarımıza yenidən can verməyi. Yanvar ayında bir neçə məni səfərlər olmuş, amma onların arasında istəyərdim qeyd etmək ki, yanvar ayının 30-da Bursa Dövlət Rəddiyə Dövlət Simfonik Orkestri ilə birlikdə və bizim çox hörmətli dirijorumuz, əməkdar artistimiz Mesut İbrahimovla birlikdə çox böyük bir müntəşəm bir konsert proqramı düzənlər və orada Hacı Xan Məmmədovun Tarla Orkestri üçün, Simfonik Orkestri üçün 2 nömrəli konserti mən ifa etdim. Hələ bu Bursa Dövlət Orkestri ilə 20 illik fasilədən sonra yenidən Fuad İbrahimovla birlikdə ifa etdiyim zaman oldu ki, Fevral ayında yine Hacı Məmmədov 2 sayılı konsertini, böyle bir tek simbolik bir mənayla bir qismət idi. Almanya'nın 5 şəhərində, Almanya'nın Lenz Theater, Flensburg şəhərinin simfonik orkestri ilə 5 müxtəlif şəhərlərdə silsilə konsertlər oldu. İfalarıyla Almanya auditoriyasının rəhbətini qazanan, Bayatı Şiraz muğamı ilə Johann Sebastian Bach'ın əsərlərini sintezləşdirərək tar alətində təqdim edən ifaçı hər anı böyük şövqlə xatırlayır. Bu, Azərbaycan tarına olan sevgidir. Bu, tarın yaratdığı möcüzədir, deyir ifaçı. Aprel 12'sinde ise Almanya'nın diğer meşhur orkestri vardı, British Chamber Orkestri. Bu orkestri artık bir 20 yıla yakın faaliyet gösterdi. Orkestri tərkibində hem şarkı adetleri var, hem kelime adetleri var. 2023 yılında ben orkestra bir neçə silsilə konsertler etmiştik ve mənə dəvət gəldi British Chamber Orkestri tərəfindən ki, bu illəri 3 fərqli bir ana peşəkar bəstəkar Tarla British Chamber Orkestri üçün bir əsər bəstələmişdir. British Chamber Orkestri Tarla Orkestri üçün bir alternativ, yəni əvəz olunan və əvəz olunmaz bir kontekstdə alanı bir əsər ifa etdik. Onun tarifası Özbəkistan səhnələrində də böyük rəğbətlə qarşılanır. Mən 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və Sənət İnstitutunun fərqli professorla layiq görülmüşdüm. Və Ulusal dərslərindən sonrası aprel ayında 4-cü Beynəlxalq Baxışı Festivalı və 2-ci Dünya Türk Mədəniyyəti Forumunun çərçivəsində yenə də Xivə şəhərində, Özbəkistanın Xarazm idarəsində gəldim Xivə şəhərində dəvət olundum. Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən və orada mənim eyni zamanda bir çıxışım da oldu, məruzat da oldu və çıxışdan sonra isə yenə də mənim üçün bir həyatımda olan sevindirici anlardan biri oldu ki, Yunus Səcəbatla Milli Balkon Sənəti İnstitutunun fərqli professorlarına layiq görüldü. Bu mükafatlar sənətə verilən dəyər olmaqla yanaşı, həmçinin Azərbaycan və Özbəkistan qardaşlıq münasibətlərinin bariz nümunəsidir. 2017-ci ildə Səmərqəddə keçirilən ənənəvi Şərq Təranələri Beynəlxalq Musiqi Festivalında Grand Prix mükafatına, 2018-ci ildə isə Şəhər-Səbzdə təşkil olunan 1-ci Beynəlxalq Makon Festivalında 1-ci yerə layiq görülən Sahib Paşazadə, həmçinin Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən Özbəkistanın Mədəniyyət elçisi medalı ilə təltif olunub. Bu nailiyyətdə təkcə onun deyil, ölkəmizin dünyada layiqli təmsili və milli musiqinin dili ilə qurulan səmimi qardaşlıq köprüsünün bariz nümunəsidir. Biz də bu yolda ifaçıya yeni yaradıcılıq uğurları arzu edirik. Salamlar vaxtınız xeyir olsun, hörmətli qonaqlar, dəyərli qonaqlarımız, əziz müzisyenlər. Bugün məktəbimiz üçün çox əlamətlər edilir. Belə ki, ölkəmizin ən parlaq simalı, mədəniyyət sahəsində ən parlaq simalarından biri ilə görüşəcək. O elə bir sənətkardır ki, onun ifasında Azərbaycan tarixi dünyanın ən mütəbər salonlarında inkişaf edilmişdir. Bildiyiniz kimi tarih bizim təkcə musiqi alətimiz deyil, milli kökümüz, milli rolumuzdur. Məhz belə sənətkarların Sahib Paşazadənin ifasında bizim tariximiz yalnız milli musiqi çərçivəsində deyil, qlobal musiqi dili ilə özünü ən yüksək zirvəsinə uçarmışdır.
Bugünkü qonağımız Azərbaycan əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Özbəkistan Mədəniyyət səfiri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, dosent Sahib Paşazadə. Bugünkü tərtibimizdə bəzi bir çox musiqilərlə iştirak edir. Onları da almışlar. Gördülər, çox müxtəlif. Çox musiqilərimiz direktorluğunda tanır. 37 sayılı musiqilərimiz direktoru. Saadet xanım və Milli Musiqi Məktəbimiz direktoru Etibar və digər qonaqlarımıza sağlayır və sizə xoş gəlmişsiniz. İcazə olsun, mən də Rəvasini hepinizi salamlayıram. Çox təşəkkür edirəm. Hər gələn, hər işləsə, Rəvayətinə xanım təşəkkür edirəm. Səsim yaxşı gəlir. Çox sağ olun. Məktəbinizdə uğurlar arzu edirəm. Həmişə məktəb özümə doğma bilmişəm. Allah rəhmət etsin, mən bura gəlmişəm. Ustad dərsləri keçirir, konsertlər keçirir və o xətti doğrudan da çox yüksək səviyyədə inkişaf edirəm. İnkişaf davam edir. Sizin məktəbə hər zaman ən böyük uğurlar arzu edirəm. Məktəbinizin konsertlərdə keçirdiyi, mən onları iştirak etmişəm. Bütün müəllimlərini və tələbə heyətini salamlayıram. Təşəkkür edirəm. Və eyni zamanda burada olan bir havasız gedirdiniz. Bir neçə məktəbin direktorlarını mən salamlayıram. Təşəkkür edirəm ki, vaxtlarımı ayırırlar. Sahib mənimi görürəm burada. Mənim dəyərli dostum Rüfət Həsənovu görürəm. Bəzən Elvin Əhmədi görürəm. Maşallah, kifayət məşhur, kifayət gözəl mahnıların yiyəsidir. Çox sağ olun ki, biz ayrılsınız. Qardaşım, iki vaxtın çəkməsə üzülür sayısını ümumi deyirəm. Çox sağ olun ki, vaxtınız ayrılsınız. Mənə də çox xoşdur. Yəni, biraz təriflər mənə gəlir çox olmayacaq. Biraz bizim tumarlı. Volkan, sənə də salamlayıram. Allah rəhmət etsin atasına, Allah müəllimin yardım herkesin cəmiyyəti oturmuş şahsına bir tarzım olaraq mən baxmayaq ki, xanəndə edəcəm, mənim üzərinizə zəhmət. Vaylı oluşaq olsun, Allah Allah'ın olsun. Çox sağ olun, sözü çox uzatmasına bir daha təşəkkür edirəm. Salamlayıram sizlərinizi. Onu da qeyd edir ki, ötən il Sahib müəllim təşəkkür edilməyini keçmişdir və biz də bu yubiley münasibətilə təbrik edirik və bu yubiley çərçivəsində belə hesab etdik ki, Sahib müəllim qonaq çağırdı, onun nailiyyətlərini, onlarına şəhid. Sizə bu yolda daha da geniş söhbətlər arzulayın. Demək, mən istərdim ki, öncə Sahib müəllim fəaliyyəti o qədər geniş şeylə tanışdır ki, saatlarla günlərlə danışsaq, yəni yetməz. Sadəcə istərdim ki, qısa bir xronoloji məlumat verin. Yəni, gəldik ki, hər kəsə maraqlılar xronoloji. Sonra isə digər mərhələ şəkildə bizə maraqlı olan anları və ya sualları şahidləri işləyir. Sahib Paşazadənin 1980-ci ildə Bakıda dünyaya göz açır. Ünlü orta ixtisas musiqi məktəbinə fortepiano ixtisası üzrə daxil olmuş. 1992-ci ildə isə tam ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi atası xalq artisti Profesör Ağabeyli Paşayev olmuşdur. 1998-ci ildə məktəbi bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuş, burada xalq artisti və mərhum Ramiz Quliyevlə dərs almışdır. 2021-ci ildə Azərbaycan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestrində fəaliyyətə başlayır. 2008-ci ildə orkestrin konsertmeyster olmuşdur. 2005-2009-cu illərdə aspirantura pilləsinə bitirərək 2013-cü ildə konservatoriyanın dosentidir. Sahib müəllimin sənət yolunda 2007-ci il xüsusi yer tutur. Həmin il o, Muğam televiziya müsabiqəsinin Grand Prix mükafatçısı olaraq böyük səhnəyə yer alır. 2017-ci ildə Özbəkistanın Səmərbənd şəhərində keçirilən Dünya şöhrətli 11-ci Şərq Təranələri Festivalında ilk dəfə olaraq tam ifaçısı kimin fəaliyyətimizi təsir edərək 70 ölkə arasında Grand Prix mükafatı qazanaraq illər sonra ikinci Grand Prix-ni Azərbaycana gətirir. 2018-ci ildə Özbəkistanın Şəhr-i-Səd şəhərində keçirilən Beynəlxalq Makon İstifatına rəhbərlik etdiyi Muğam ansamblına birinci yerini tutur. 2020-ci ildə Azərbaycan Musiqi Mədəniyyətinin yüksək səviyyəli tədqiq və təbliği komissiyası Umay mükafatı lanet olmuşdur. 2024-cü il 12 iyununda Özbəkistan Dövlət Mədəniyyət İncəsət İnstitutu Fəxri Profesoru adına layiq görülmüşdür. 2025-ci ildə Özbəkistan Mədəniyyət Konsili tərəfindən Özbəkistanın mədəniyyət səfiri medalı ilə tərtib olunur. Sahib müəllim haqqında qısa xronoloji bir təqdimat edir.
coğrafyamız o qədər genişdir ki, yəni biz ilerleyen dəqiqələrdə onu demək edəcəyik. Verirsən bu sualımızı bizim milli ailətimiz olan tarih bağlı başlayan demək. Sahib mənə deyirlər ki, tarixin özünə sıxılması, beyin hissləri ötürülməsidir. Müsahibələrin birində Zahid deyir, tarih düşünmək bir sualına ən böyük sağdaşlıqla cavab vermişdir. Və sizin üçün tarih, maraqlı bir zaman. Çok sağ olun, sağolunuz'a göre teşekkür ediyorum. Ben de mesela bugünkü sohbetimizde biraz, yani burada bakterileri görülen, şahitleri görülen, gençleri görülen, isteyen bir olacak olan şu müəyyən qədər motivasiyalarda olabileceğimse, yani benim geçtiğim bir yol, bizim özümde gene genç hesab edirəm, amma hər halda sizdən öz yaşlıyam, gəlin buradaki tələbləri deyirəm. Ona görə onlara bir, necə deyim sizə, bir gələcəkdə bir, hər hansı bir yolunu müəyyənləşdirən bir sözünü ola bilər. Çünki biz özümüzlə vaxtında müzik klasları olanda, ustad dərsləri olanda, hər hansı bir müzikçilər ekrana gələndə bizim yetimizin bir qadın məktəbə həmişə onlara qulaq və oradan üçün neysə götürülür. Yəni, əgər də oradan müzikinə davam etdirmək istəyirsə, hər hansı bir şagird, hər hansı bir sahib, olar ola bilər, tomakada proqram və digər ələtlər ola bilər. İstəyərəm ki, yəni, mənim hansısa bir sözüm, mənim keçdiyim bu hansı bir yol, azdan çoxdan onlar üçün bir təcrübəmi deyim, bir onlar üçün hansısa bir yolda şıx ola bilər. Çünki biz də bunları görmüşük özümüzdən böyüklərdən. Ona görə siz deyirsiniz, nədir bu sual? Bütün musiqiçilərin çoxsuna verilir bu. İncəsənət ifacıların çoxsuna verilir bu. Hərə öz düşündüyü kimi cavab verir. Yəni, mən açıq o standartlardan, şablonlardan, mən də gənclərə davet edirəm ki, bu standart suallardan, standart cavablardan, standart düşüncə tərzindən keçsinlər. Hər kəs özünü tapmağı bacarsın öz sahəsində. Əgər özünü tapmağı bacaracaqsınızsa, istənilən sahədə təqlid etmək olar, təqlid etmək müəyyən müddət var lazımdır. Amma sonra özünü tapmalısan. Yəni, bu tar nədir? Mən qısa deyə bilərəm sizə. Yəni, tar aləti, mən deyərəm, sahibin özünü reallaşdırması üçün bir vasitədir. Yəni, mənim iç dünyamı, mən bu vasitəsini, o şeyləri sözlə deyə bilmərəm, o şeyləri ki, mən demək istəmişəm. Amma özünü reallaşdırmağın bir vasitəsidir. Mən düşünürəm ki, iç dünyasıyam. Və düşünürəm ki, istənilən iki tərəf insanlar bu şamil olmalıdır. Bəli, tamamilə doğrudur. Sahiblər, adətən tarih muğamlar əlavələndirirlər. Sizin ifanızda muğamlar nəinki ifa olur, hətta insanı düşündürür, yəni deyərdim. Unutulmaz şairimiz Fəxri Ağazadə muğam haqqında dediyi ki, muğam bir xəzinədir, açarı da duyurlar, muğamda sevinç də var, muğamda kədər də var. Siz bu muğamları ifa edərkən, yəni muğamlarda əsasən gəlməsi həm klasiklərdə ifa edirsiniz. Klasik anıqda əsərlərdə muğam elementlərini və ya muğamlarda klasik dəqiqliyi qoyub saxlayırsınız. Mənə çox maraqlıdır. Yəni, muğam bizim genetik kodumuz, klasik musiki isə musiqidir, beynəlxalq. Hansı hisslər, hansı üstələr? Yəni, muğamlarda, muğam elementləri, improvizasiya və yaxud da klasik əsərlərdə muğam elementləri. Sizin bir muğamlar üstələrdə nə düşünürsünüz? Təşəkkür ederim, çox sağ olun. Ümumilikdə, yəni, bilirsiniz, dil mənalı olaraq tar muğam alətidir. Yəni, baxmayaraq ki, bu dəqiqə tarımızda istənilən bir janrları sintez edirlər. Mən bu sintezlərə çox gözəl baxıram, müasirlik olmalıdır, yəni, tapıntılar olmalıdır, hətta düşünürəm ki, axtarışlar olmalıdır. İndi kim nə dərəcədə axtaracaq, tapacaqsa, bunu zaman göstərəcək. Bugün ola bilər ki, günlərdə olan məqam 3 ildən, 5 ildən sonra ümumiyyətlə sıradan çıxsın. Çünki vaxtilə bu məqamlar, vaxtilə istəyir tarımızda, istəyir kamançamızda, istəyir digər alətlərdə, yəni 70-ci, 60-cı, 50-ci illərdə işlədiyimizə görə bu eksperimentlər hər zaman olmuşdur. Sadəcə sosial şəbəkə olmadığına görə, yəni biz onları görə bilmirik. Yəni bu indiki müasir çalğı məqamları var ki, Hacı Məmmədovdan başlamışdır, Ramiz Quliyev, Həmid Rəcov və digərləri. Yəni o dövrlərin özündə də biz necə istedadlı insanlar olmuşdur, biz necə istedadlı, yəni ifaçılar olmuşdur ki, hər biri maraqlı, yəni belə deyil, axtarışlar da bizim tapmağı bilmişdir. Amma mən düşünürəm ki, muğam, yəni muğamdan söhbət edəcək tar, yəni əlimizdə saxladığımız tar, ifa etdiyimiz tar, bir mənalı olaraq Azərbaycan dil və muğam alətidir. Yəni bu muğam üçün yaranmışdır. Yəni burada artıq 20-ci əsrin əvvəllərindən artıq Allah verir, rəhmət eləsin, Seyidisnov, Adıgara, Hakimov və digərləri. Yəni artıq tarix bəstəkar əsərləri, ona mən ayrıca yanaşacağım, ayrıca mən onu vurgulayacağım. Amma bir mənalı olaraq tarix muğam üçün yaranmışdır. Hətta Mirzə Fərəcin bir sözü vardır. Mirzə Fərəc, peki gençlərimiz pek edəcək, onun adını eşitməyirlər. Mirzə Fərəc yeganə tarixçılan idi ki, Ustad Əzəm adı deyirlər. Ustad Əzəm, yəni ustadların ustadıdır. O dedi ki, yəni muğam, tar bir vasitəli muğamların bir çox şaxələrini, bir çox incəliklərini, bir çox naxışlarını
məhz tar vasitəsilə göstərmək olar. Çünki bir şəkil ibarətin 40-dan yuxarı mizrab şrifti vardır. Bir ona yaxınlanıb baxmaq şriflər var ki, bizim tarçılanlar, təşəkkürlər, onu gözəl bilirlər tam müəllimləri. Yəni, əfsuslar olsun ki, bəziləri işləmir, çoxsu işləmir bir dəqiqə, onu belə deyək, ifalarda yoxdur, amma Bəhram Nasirovun, Qurban Qırımov, Hacı Məmmədova, Əhsən Dadaşovun və digərlərin çalğılarda özünü bariz göstərir. Yəni, bütün muğamların bu gözəlliyi, tam hərdən deyilək ki, orkestr kimi səslənir, amma indiki bəzi tarçalanlara qulağında biz o orkestr işlə bilirik. Amma necə olursa, bizdən öncəki illərdə Sərvar İbrahimov, Ramiz Quliyevə və digərlərin qulağında o möhtəşəmliyi, o, elə deyək, tarım qüdrətini hiss edə bilirik. Bax, o qüdrət dediyim məqamların kökündə məhz bu iştiriklər bunu öyrənməkdir. Biz sonra insan təbii ki, individual olaraq o Allahdan ona qarşıdan ifaçılıq üsulu, ifaçılıq xüsusiyyətləri yaranır. Ona görə bir mənalı olaraq muğam ifadə. Amma siz onun bir-birinə, yəni deyirsiniz, sualı verirsiniz, mən onları bir-birinə əlaqələndirməzdim. Bunlar başqa-başqa məqamlardır, başqa-başqa janrlardır. Yəni, Azərbaycan bəstəkarları və ya xarici bəstəkarları, tarıcı işləmiş əsərləri və muğam ifaçılığı. Bunlar tamamilə başqadır. Amma siz mənə əgər soruşsaz ki, yəni siz mən necə düşünürəmsə, əgər tarçılan, ifaçı, tövbə tardan gedir, yəni mən bunu hər alədə şamil edirəm, fikirləşməsinlər ki, yalnız tardan söhbət gedir, yəni bu kamançayı da arablar, anlar da və digər ələklərdə, mən tarçılan olduğuma görə tardan danışıram. Əgər sən peşəkarsansa, savadlı, yəni sənin dünya görüşün, kifayət qədər sənə belə deyək, icazə verirsə, vaxtilə gözəl təhsil almışsansa, müəllimlərini almışsansa, bu kim olursa aparmaq sənin borcundur. Yəni, əgər ifadə, yəni mən bu əsər ifadə edirəm, mənə gəl, hansı bir Allah saxlamış bir oğlumuz mənə sual versin və ay əmin, məsəl üçün, ya ay müəllim, rastla şurun fərqi və yaxud rastla Bayatqacanın fərqi, istər rast ailəsi mənsubu, mən əgər ona cavab verəməsəm, bu bir qədər mən düşərəm ki, tarçılanın zəifliyi olur və yaxud da ki, muğam ifadələr gəlsin, soruşsa ki, Üzeyir Beylə Qaraqərəvin falan əsərini çox ifa etmişəm, mənim görün düz ifa edirəm və yaxud notda necə yazılır. Mən ona cavab vermək iqtidarında olmasam, yenə də mənim səhvimdir. Yəni, bu bir vasitələr, bir başqa təhsilə bağlı məqamlardır. Ona görə mən özüm şəxsən, digər deyirəm, baxmayaraq ki, mən kifayət qədər müşahidə etmişəm, mən çıxmasam üzrü istedim, yəni kimsə düşünər ki, məndən razı sadəcə söhbət mənə sual mənə verildiyinə görə. Yəni, müşahidə kifayət qədər etmişəm, mən müşahidə çox ciddi bir sahədir, muğam müşahidəsi olur, xaməndə. Amma biz hər zaman, yəni, tələbəçilik dövrümüzdə Rüfət müəllim çox yaxşı ifadə edir, Rüfət öz müəllim özü də, yəni bizim o dostlarımızda daha çox salis yönlü olmuşdur. Yəni, baxmayaraq ki, məsəl üçün, tərif olması, mən muğamları da kifayət qədər tədqiq edirəm, araşdırıram, Valih müəllimlər, Elxan Müzəfərovlar, Elxan Mansurovlar, Malik müəllimlər, yəni istənilən muğam haqqında mən saatlar söhbət edə bilərəm, ayrı bir mövzudur. Amma mən düşünürəm ki, əgər ifaçısansa, salist ifaçısansa, həm muğamı belə aparmalı bacarmalısan, həm əsərləri, bəli, əsərləri, orkestr əsərləri, bəli, digər əsərləri. Özü biraz geniş danışıram ki, bizim bu balalarımızı nəzərə tutub danışıram. Şagirdlərimiz düzdür, iştirak edirlər və bizim məktəbdə şagirdlər bugün kiçik konsertlardan irəliyə çıxış edəcəklər. Söhbət muğamdan düşdüsə, istərdim ilk musiqi nömrəsi təqdim olsun və üçüncü sinif şagirdi Rəhman Seyzadənin ifasında biz Şurman Qürrəyə müəllim Şərif Şərif buyursun. Almışlar Qürrəyədən olsun. Mənim kimdir? Şərif Şərif.
Sahib Paşazadənin qastrol xəritəsini əminliklə misal göstərə bilərəm. Sahib müəllimin yaradıcılıq coğrafiyası nəzər saldıqda heyrətlənməmək mümkün deyil. Bayaq video çatda izlədik. 2012-ci ildə Kanada və Niagara festivalındakı çıxışlarında tutmuş, 2015-ci ildə Braziliyanın São Paulo şəhərində, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Aires şəhərində, məşhur pianoçu Robert Siri'yle solo konserti, Nigeriyanın Lor şəhərində İpək Yolu adlı konsertdə pianoçu Seydə Zülfüqarova ilə solo proqramları ilə çıxışı təqdirə layiqdir. Və Sahib müəllimin bir uğurda Pakistanın Kəraj şəhərində keçirilən ikinci dəfə təşkil olunmuş Dünya Mədəniyyət Festivalı olmuşdur. 140-dan artıq ölkənin qatıldığı məşhur konsertin açılışı Azərbaycan musiqiçilərinin ifası ilə olmuşdur. Sahib müəllim festivalda nağara ifaçısı əməkdar artist Kamran Kərimov ilə birlikdə çıxış etmişdir. Bu konsertdə Sahib müəllim heyratı muğamını, Bayt-Şiraz muğamı üzərində qurulmuş musiqi kompozisiyası, eləcə də Pakistanın milli musiqisindən ibarət proqram təqdim etmişdir. Və ilk dəfə olaraq Sahib Paşazadə bu festivalda Pakistan təxir medalı ilə tərtib olunmuşdur. Sahib müəllim, siz eyni zamanda Almaniyanın bir çox şəhərlərində solo konsertlərində çıxış etmişsiniz və bu tur çərçivəsində səhv 10 solo konsert, 5 ustad dərs təşkil etmişsiniz. Almaniyanın Üç Kamera Orkestri ilə sıx əməkdaşlıq etmişsiniz və bu konsertdə yenə də Kamran Kərimovla solo konsertlərimiz olur. Burada Ülkər xanım, çox sağ olun. İstəyən özünüz Mən gəlin belə yanaşaq da, yəni səfərə hamı gedir, səfərə hamımız gedir. Yəni səfər kimi yanaşmaq istəməzdəyim, amma mən də balalarımıza bəzi məqamları istəyərdim deyim ki, fərqli ifalar. Əkrəm müəllimin bir sözü var, Allah ona can sağlar etsin. Əkrəm Məmmədov, yəni tarçılanlar çox gözəl tanıyırlar ki, Hacı müəllimdən sonra, Hacı müəllimlə Ramiz müəllimin olan bir dövr. Yəni, başda demək olar bir yaşıddılar. Məsələn, ilk yaxınlarda olduğunu, keçən illər, Allah ona can sağlar versin. O bir sözü var idi. O deyildi ki, oğlum, elə bir yaxınlarda 2-3 gün söhbət edib mənə deyildi ki, hətta indi də deyir mənə. Mən də o sözü sizə tarçılanlara və digər alətlərə deyirəndə, deyir, nə əlimə gəlir, hansı ifa edirəm, nə düşünürsən, hansı ifa edirəm. Yəni, nə keçdi qarşı var, yəni gördü rəqs, nə bilingi, dəramət, nə bilim, əsər, xarici ölkə bəstəkarı. Yəni, ifa etmək lazımdır bunlar. O, həm sənin əlini qolu bişirir, həm beynini bişirir sənə. Yəni, müəyyən bir qədər sonra artıq sən öz yolunu tapacaqsan, amma bir istiqamətlənsən yalnız, məsələn, təbii ki, gözəl muğam ifaçılığında və yaxud ki, tar bir başlı olaraq muğam alətidir. Amma yəni, axı bu təhsilində var, Özəyə Beydən gələn, Səyid Sıqoldan gələn, Adil Gəraydan, Akif Toğuzurdan, Oqtay Gülyev, Məhmədova Kərimov və digərləri, yəni gələn böyük bir tarix ifaçılıq məktəbi vardır ki, yəni təhsili vardır ki, bu əsərləri biz ifa etməyik və bu əsərlər də mütləq şəkildə ifa olmalıdır və lazımdır da. Əksizlər olsa ki, bizim bir çox tarix ifaçılığımız, yəni ailə məktəbi bitirəndən sonra artıq bu ifaçılıq kənara qalır, bilməm maddiyyətə görə, bilməm neyəsə görə başqa istiqamətlərə gedirlər, amma çox istəyərdim ki, bu istiqamətlər olsun. O dedi ki, nə lazımsa, hər bir şey keçirsə qarşısına ifa etmək lazımdır ki, çünki nə qədər material, nə qədər ifa etdiyin, belə deyək, repertuarın geniş olarsa, bir arada o sənin çalğıva, sənin dünya görüşünə, sənin bir alması olaraq öz düşüncəvə təsir və üstəgəl fiziki olaraq, yəni aparat dillərdə beyin və iki əldən gələn iki əllər, yəni beyindən gəlir ürəyə, ürəkdən sözdürür əllərə. Yəni beyindən gələn ürəyə getmirsə, birini boy birini daşıran, beyindən gələn ürəyə gedə bilmirsə, sənin beynin hazır deyil. Və yaxud beyin, əgər imkan verirsə qəlbin, hələ hissiyatlarını sən inkişaf etməyib. Heç biri də əgər əlin vasitəsi olaraq ötürə bilmirsənsə, mənə əllərini inkişaf etmirsən. Yəni bunlar üçü bir yerdə vəhdətdə olmalıdır. Bunlar vəhdətdə olandan sonra artıq bu dediyim repertuarlar, yəni sən müvalidə də ifadə edərsən Hacı Məmmədov da, Fikət Əmirov da, Muğamımızı da, Qayıt Qacar da, Nəva da, Əbaqlar da və digərləri. Bax, bu sənin coğrafiyanın, bu sənin repertuarın nə qədər geniş olarsa, nə qədər çox şahər olarsa, bir o qədər sən ifaçı kimi həm kütləşərsən, həm bişərsən. Yəni bu səfərlərini sizə niyə gedir gəlirəm? Yəni bu səfərlərində hər biri başqa repertuarlar deyir. Müəyyən əsərlər təkrar ola bilər təbii ki. Yəni o ifaçıdan mı deyimsən, yəni təşkilatçıdan asılıb ki, mən bu əsəri istəyirəm, mən və yaxud falan muğamı istəyirəm, o başqa söhbətdir. Amma ümumində mən həmişə çalışmışam ki, bu repertuarlar fərqli əsərlər, həm mənim özümü hazırlayır, çoxdan da ifa etməyim əsəri və eyni zamanda yəni qarşı
iki tərəf üçün də maraqlı olur ki, tarixdə istənilən əsərlər. Yəni o səfər deyil, yəni səfər yenə də Allah'a şükürlər olsun, səfərlər hər birimizin uğurlarımızdır, amma səfərin əsas məqamı nə deyələr? Tarın təbliğatı, tarın səni ifa etdiyi. Bəli, bax, o məqamları odur ki, yəni mən düşünürəm ki, hər kəsin öz repertuarı nə qədər geniş olacaq. Hətta ola da bir nəzər təkcə muğam ifadəsidir. Gözəl muğam ifadə isə çox fərqli olaraq, bir məna olaraq, yəni tar muğam alətidir. Amma muğamı necə ifadə edir? Baxırsan ki, bir insan muğamı necə ifadə edirsə, səni çox düşündürür, səni doğrudan da çox maraqlandırır. Yəni, bu insandan Allah-Taala başqa bir muğam hissəti vermişdir. İstənilən bir tarçalardan söhbət edə bilər, istənilən bir muğam ifadəsindən. Yəni, vacib deyil ki, o tarçalar muğam ifadəsidirsə, mütləq bir əsər ifadəsidir. Əgər özünün muğamını tapmağı bacarmışsa, çox da gözəl tapmışdırsa, şəxsən mən deyəm ki, ehtiyac yox ona əsər ifadə etməyinə. Çünki o artıq özünü tapmışdır orada. Amma yetər ki, müəyyən qədər, təbii ki, o təsir dövründə olmağı yaxşıdır. Yəni, elə muğam ifadələrimiz var ki, valla, mən önce onların ifadəsində heç əsəri istəmərəm də dediyim açığı. Hətta müəyyənləri əsər ifadə edirlər açığı deyim sizə. Muğam seviyəsində, öz ifadə etdiyi muğamların seviyəsində ifadə edirlər. Yəni, onlar ilə yaxşı olar ki, muğam ifadəsində və muğamı da o qədər ifadə edirlər ki, yenə bilirəm, muğam bizim analı ayrılımızdır. Birbaşa damağımızdan axan qandır. Yəni, mən özüm də birbaşa muğamı təbliğatçısıyam. Baxmayaraq ki, əsərləri kifayət qədər ifadə edirəm, çox ifadə edirəm, amma yenə də hər sözünün vurgusu odur ki, tar muğam, bunlar bir-biri üçün yaranmışdır. Bu əsərlər 100 il bundan sonradan yaranmışdır, yəni 20-ci əsr sonlarında yaranmışdır. Çox böyük bir inkişaf nöqtəsi açdı, amma kötüyü bunun, kökü bunun muğamdır. Yəni ona görə muğamlarımızı çox yaxşı öyrənmək lazımdır, tədqiq etmək lazımdır, yəni ifa etmək lazımdır, hamıya qulaq asmaq lazımdır. Ustad bəsər haqqında nə deyirsin? Ümumiyyətlə, mənə də maraqlı, xarici vətəndaşlar, yəni bizim muğamı sevirlər, onlar üçün klassika, yəni Beethoven, Rafael, yoxsa bizim muğamlar. Təbii ki, muğamlar, əlbəttə muğamlar. Bunlar yəni Beethoven Alman bəstəkarıdır, təbii ki, dünyanın bəstəkarıdır, amma Alman bəstəkarıdır. Onlarda maraq nə dərəcədə? Yox, birinci alətə maraq var onların. Birinci mən seçməyim İtalya'da olmuşdu, Polşa'da, Varşavada, sonra Latviyada, yəni yadıma şey, dünyanın qamayaq ülkəsində ustad dərsləri olmuşdur ki, yəni orada birinci məqam olaraq, sizə dediyim sözlərin bir qədər fərqli bir formasını orada danışmışam. Yəni ki, birinci olaraq Azərbaycanın tarı, Azərbaycan aləti, tar aləti, digər alətlərdən nə ilə fərqlənir, alətin spesifikası, xüsusiyyətləri, repertuarı, diapazonu və xüsusilə muğam ifadəsi. Muğamda olan şirkətlər, bizim Azərbaycan tarında olan şirkətlər, Azərbaycan tarında olan elementlər, naxışlar tam cəsarət edirəm ki, dünyanın heç bir alətində yoxdur. Ona görə yox ki, biz Azərbaycanlarımızda deyil. Yəni, fikir verin ki, Azərbaycanın tarih ifaçıları var ki, bizim çox sevəli ifaçılarımız var ki, İspanya gitarasının akordlarını elə ifadə edir ki, çox yüksək səviyyədə. Bunun çox maraqlı barmaqlarını ifa edir ki, elə bilsən doğrudan da o maraqlı məqamlar var. Yəni, yüzlər aleti misal çəkə bilər. Amma həyatı boyu mən inanmıram ki, İspanya gitarası, Afrika gitarası, onun tarım pulunu verə bilsin, tarım cırmağını verə bilsin, nə biləm, əlif mizra verə bilsin, sən düşkün mizra verə bilsin, çırtıq mizra verəsin, yəni mizra deyəməkdir. Yəni, o versə də olmaz o. Amma fikir verin bizim alətimizin unikalına baxın ki, biz o İspanya gitarasında dostlarımız var da bir dəqiqə ifa edirlər, kifayət qədər maraqlı ifa edirlər, şəxsən mən özüm onlara qulaq asıram. Yəni, maraqlı məqamlar var orada, maraqlı məqamlar var. Amma, yəni, alətimizin olduğu, elə bir dənə pul var, bir dənə necə deyim sizə, yəni, əlif mizra, o xub belə bizə Allah rəhmət etsin, Hacı edirdi, Hacı Məmmədov edirdi onu, Əhram dayı edirdi onu, Qurban əmi edirdi. Yəni o tarım qüdrəti, bax, o tarım qüdrətini göstərən şirklər odur. Yəni o akor, o dediyim məqamlar çox gözəldir. Bu texnikanı inkişaf elədirə bilər, amma tarım qüdrəti, tarım unikallığı, məhz bahəni o özünün məqsəd olduğu şirklərdir ki, ona görə çalışın tarımınızı gözəl öyrənin, tarımınızı. Yəni mən dediyim ustad dərslərdə də məqam, yəni bax, bu tarım təbliğatı ilə, muğamımızın ifaçılığı ilə ifaçının əsas etibarı olan bağlıdır. Sizi uzun illər bir çox ifaçı kimi tanımışıq, amma son dövrlərdə fəaliyyətinizdə yeni bir istiqamət görürsünüz. Tamam, yox. Özbəkistan Sədaqət şəhərində demək istəyirdim, siz Şərq Təranələri adlı beynəlxalq müsabiqə festivalında səhv olaraq 2024-cü ilin müsiblər heyəti iştirdiniz. Yəni, mənə maraqlı müsiblər heyəti kimi, yəni iştirakçı olmaq, çətinlik yaratmaq, yəni seçim baxımından, yəni Təbii, böyük məsuliyyətdir. Burada bir maraqlı bir məqam var. 2017-ci ildə həmin Muğam Deyrəsində Səmərqəsə Şərq Təranələri Festivalıdır. Yəni, bunun müzikçiləri çox gözəl verir ki, kifayət qədər geniş bir festivaldır. Vaxtilə orada Simara xanım Grand Prix qazanmışdı. Alim Qasımov 1-ci il, 2001-ci ildə Zabit Məmməzadə, Aygün bəylər, Allah rəhmət eləsin. Sonra Qoçar Əsgərov, yəni bu Pərviz Qasımov, yəni bunlar 1-ci, 2-ci, 3-cü illəri, yəni hər kəsə öz vaxtında
ifasında onu etmişdi və qismət oldu ki, ikinci Grand Prix alət ifası olaraq və alət mənim Azərbaycan tavrının, mənim timsalında Azərbaycan tavrının qismətdən düşdü Kamran Kərimoğlu beydə. Üçüncü Grand Prix isə keçən il olmuşdu, 2 il qabaq, 2024-də artıq zaman uçur. 2024-də Mirələm Bili, yəni sinir qrupu oldu və qismət elə alındı ki, həmin illərin müsifə heyətinin sədri, yəni vəzifəsi mənə belə deyil. Etimat göstərdilər. Təbii ki, Kamran da qismətdən bizim dostumuz Nağara ifası əməkdarı Kamran'a salam verirəm. Kamran da orada Mirələm Bilindən ifa edirdi. Düşünürəm ki, dostlarımız çox maraqlı olar və ifadan sonra Kamran yaxınlaşdı mənə ki, ay sahib, 7 il ifasıdır, 2017-2024. Dedi ki, mən sözlərimi, hisslərimi sözlə ifadə edə bilmirəm də. Yəni, sən orada əyləşmirsən, sən bizə nəsə qiymət verirsən, nəsə yazırsan orada, yəni o Kamran sözü. Və 7 il qabaq biz səni həmin səhnəni paylaşmışıq burada. Yəni, mən sözlərimi ifadə edirəm ki, Kamran bu Allahın bir qismətidir və qardaş Özbəkistan xalqına belə deyir. Mən bir daha təşəkkür edirəm, mənə göstərməyə etibara görə. Birinci olaraq tabii ki, Allahın qismətidir. İkinci, onların Azərbaycanımıza, doğma bizim vətənimizə olan qardaşlıq münasibəti, bariz münasibəti. Amma mənim qismətimdir. Yəni, çox adam ola bilərdi orada, o müsibət heyətini sərdikin, amma bayağı Allah da mənə qismətidir. Təbii ki, çox böyük məsuliyyətdir. Orada təkcə biz 50-dən yuxarı ölkəyə, yəni ifaçılar var. Ümumiyyətlə 80-dən yuxarı ölkədir, amma musiqi ifaçısı, yəni orada şərqşünaslıq, musiqişünaslıq və digər bölümlər var idi. Yəni biz onları belə deyilik və bizim iki hissəsi var idi. Yəni hər jüridən fərqli olaraq. Böyük məsuliyyətdir Azərbaycanımızın adıdır təbii və yenə də məhz orada Mirələm Bilin Grand Prix tutmağı, inanın mənə ki, tam ehtiyatlıqla müsibət heyətinin hər kəsinin verdiyi ballardan sonra. Mən orada ən son sözümü dedim orada, ən son. Yəni kimsə düşünür ki, Azərbaycan olduğuna görə Mirələm orada, mən Azərbaycan Grand Prix qazandı. Ən sonuncu mən söz verdim. Ehtiyatlıqla qərar veriləndən sonra mən orada öz səsini verdim burada. Ümumiyyətlə, bu bir ifaçını qiymətləndirərkən texniki mükəmməlik yoxsa hissi ötürücülük əsasdır? Bu çox yaxşı sualdır əslində. Ümumiyyətlə, bu bütün müsabiqələrə aid istəyib, mən bilməm, həmkarlarımız izləyirlər, izləmirlər, amma bir də əsas aşağı bilərdir. Mən Çaykovska'nın müsabiqələrini izləyirəm, Şopenhad'dan müsabiqələrini izləyirəm. Yəni, bu yaxınlarda Dubay'dan başqa bir piyanistlərin müsabiqə, Vurgun Vəkilov orada iştirak edirdi. Çox da gözəl iştirak edir. Əfsuslar olsa ki, 12-ci tura, birinci tura baxmadığında, yəni qaliblər sırasında, amma çox güzel ifa edilmişdir. Yəni, bu müsabiqələri izləyirik. İstənilən müsabiqədə təbii ki, olur da məqamlar olur da, istənilən müsabiqədə olur, amma hər halda 90%, 80% şəffaf keçirsə, yəni böyük göstəricidir. Burada ən əsas birinci olaraq məqam, yəni ümumiyyətlə dünyada, dünya musiqi praktikasında texnika ilə heç kəsi sən iram edə bilməzsən. Heç kəsi belə yəni təcrübələndirə bilməzsən. Çünki ildən bu idman kimi bir şeydir. Yəni bu kimsə bu əsəri çox sürətli ifa edirsə, 3 ildən sonra bu başqası onları sürətli ifa edəcək. Yəni 5 ildən sonra onları, yəni bu idman kimi yəni ən əsas məqam yanaşma tərzidir. Alətə, musiqiyə yanaşma tərzidir. Söhbət tardan gelirsə, parçalan fərqlərdən nədir? Yəni hamı gözəl parçalanlardır. Tam ki, bu indiki dövrdə də var, bundan da öykü dövr olursa. Amma tarzəndən fərqlərdən biz birinci olaraq səs bilgilə, o slug alətdən çıxardığımız səs. O piyanistlərə dair, skripaçlara dairdir, yəni digərlərə dairdir ki, alətə yanaşma tərzi, alətin səsini tapmalı. Alət səsini deyəndə sən əlinin səsini tapırsan, beynimin səsi, səs buradan gəlir, beynindən gəlir sözün ələ, aləti ötürürsən ona. Birinci olaraq səsi tapmalısan. Çünki səs vasitəsilə sən tamaşaçıya, istənilən insana sən toxuna bilərsən. Yəni texnik 3 dəqiqədən sonra 5 dəqiqədən sonra nə qədər sürətli texnika ifa etsənsə, açıq deyirəm sizə, 5 dəqiqədən insan yorulacaq. İnsan beyni 5 dəqiqədən 10 dəqiqədən artıq qulaq vermir. Hərdən bizim çox virtuoz ifaçılarımız var. Digər alətlərdə də var, stik qarmonda, stik klarnetdə, yəni gitarada olsun da. Mən özüm şəxsən 10 dəqiqədən artıq, 5 dəqiqədən artıq qulaq verməm. Çünki qulaq versən, yəni artıq başqa şey istəyirsən sən. Amma o sadəcə sənin göstəricidir, sənin fiziki göstəricidirsə. O mütləq olmalıdır, birinci mənada əslində olmalıdır fiziki, o da böyük göstəricidir. Amma o işin birinci tərəfidir. İşin əsas tərəfi, o icebergin görünməyən tərəfi. Sənin musiqi olan münasibətin, sənin əsəri necə və yaxud muğamı necə canlandıra bilirsən? Muğamı içərisində varid ola bilirsən, yoxsa yox. Yəni görün, nə qədər inkişaf etmirsən ki, sən nəvada nəsə göstərə bilərsən. Yəni təkcə əl-qolu ifa etməməlidir. Burada beynindən gəlib və ya dediyim ki, ürəyə süzülür, onu göstərmək. Bəli, bir görürsən ki, bir ifaçı, Hacı Məmmədov biz bu gün də qulaqsını dedik ki, bu insan sağlığı necə ifa etmişdir. Və yaxud Ramiz belə ifa etdik ki, bu insan bu əsəri, qərənli əsərini hər kimi açıq qərib Ramiz Məmmədov. O tələbəsini görürəm, Allah rəhmət eləsin. Yaxınlarda elə xatirə keçib keçirdi muğam əlində. Yenə də boğazda o qərənliklər, yenə də o dəfələrlə və yaxud digər əsərlərlə. Və yaxud yəni, olsun, Həsən Dadaşov, hərdən Həsən qulaqsın, Allah rəhmət eləsin. Rast muğamlarımızın atasıdır, fikirləşə bilər ki, rast dəstgahdır da, rastı elə eləyib bir nağıl ifa edir. Yəni, bax, məqam odur.
texnika yenə də mütləq şəkildə vacibdir ya. Yəni kimsə deməsin ki, yaxşı texnika. Birinci texnikadır. Yəni necə xanənin səsi olmalıdır, birinci. Onun göstəricisi. Alətində sənin əlin ona hazır olmalıdır. Biz ona əldə ol dedik. Ondan sonra artıq müəllimin sənə dediyi tövsiyələr, sənin özünün içindəki duyumun müəllim onu açmalıdır. Sonra artıq öz individual yolun başlayırsan. Yəni Hacı Məhəmmədov tar konseptini hamı ifa edir. Amma bir gözü içində bir ifaçı olur ki, tamamilə hamı seçilir. Deyirsən ki, bu nə çox gözəl ifadə edir. Ümumiyyətlə bu insanın yanaşma tərzində. Orada müəllim işi də var, özünə öz verdiyi Allahın ona qarşı bir istedad da var. Yəni burada çox məqamlar var. Bax, ifaçıdan fərqləndirən bir arası onun aləti olan münasibəti, onun orada, o oyuna siz təbii heyranlığı yox, sən insanın ağlının başına ala bilərsən. Necə ki, Habil Əliyev elə ifadə edir ki, hamı bayılırdı ona. O alətin səsini tapmağı bacarmışdı. Təsəvvür ki, Habil Əliyev texnika dayanmadan texnika ifadəsi. İnandıram sizə, yəni 3-5 dəqiqədən sonra heç onu lazım edəcəkdir. Amma o ifası ilə, o seyahı ilə, dilkeşi ilə, bayışırızı ilə bugün yox, milyon ildən sonra da o insanların qəlbini yol tapmağı bacaracaqdır. Məqam bax odur, yanaşma tərzi. Düzdür, tamamilə doğrudur. Yeni daha bir musiqi növbəsini sizlərinizə təqdim edir. Vasif Gözəlov Nailov çıxışı ifa edir. 4-cü sinif şagirdi Azadi Gülsün. Müəllim Əlli Səxavət. Müşahid edir Məmməd Ömür.
3-4 maşallah. Allah sağ olsun. Yani istedadlı uşaqlardır. Ya onlar da hoşuma gəlmiş uşaqlar olmanın sevdiğim. En sen maşallah. Yani yaxşı. Allah sağ olsun. Yani üçüncüsü üçün yani böyük göstəricilər var maşallah. Uğurlar. Sami bəy, bugün biz artıq daim xalq demək, deyirik ki, 2007-ci ildə Şuşa ilk dəfə qələbədən sonra festival keçirdi. Xalq festivalda siz də burada iştirak etmişsiniz. Qarabağ festivalına xoş atmışsınız. Və istər burada nə xatirələr, nə hissiyat keçdiniz? Uğurlu xalqın uğurlu sənətkarı, hansı hisslərsiz hissələdiniz, hansı bir tartışın söylədiniz? Nə qədər sizə profiliyə ifa etmişsiniz? Çok sağ olun. Sağ olun. Teşekkür ederim. Tabii ki öyle bir mevzu konuşuyorsunuz ki yani özünü Azerbaycan'a hesap eden, damarında Azerbaycanlı kanı akan, isteyip dünyanın istenen ötesini yaşasın. Hamımızın elə ki gurur mənbəyi, gurur yeri olan bir mevzu konuşuyoruz. Tabii ki Allah rəhmət etsin şəhidlərimizə, müqavilələrə can sağlığı, Allah şəfa versin və dövlət başımızın və orada da büyük siyasət neticəsində bugün hamımız başımız acayip. Yani bak veya biz o sefer məqamları var ki, mən cavan da olsam, yəni həmkarlarım cavan olsa, bir səfərlərə gedəndə, güzel mənim digər dostlarımızın yeri olanda, o suallar bizə çox verirlər. Yəni Qarabağla bağlı, heç gəlməsələr belə açıq edilsə, yəni biz digər millətin nümayəndələrini görəndə, bu Qafqazdan söhbət düşəndə, müəyyən məqamların söhbəti açıq deyirəm sizə, üzümüzdən təbii ki, başımız ucadır, yəni biz mədəniyyətimizlə, siyasetimizlə, biz mədəniyyət ilgili sahibində mədəniyyətimizlə danışırıq, yəni mədəniyyətlə danışırıq, ifaçımla. Amma indimizdə de bir skill var idi, açıq deyirəm sizə, yəni şəxsən mənim özümdə bir skill var idi, yəni hər dəfə o söhbət məqam olur, bir tane Qarabağ məqamdır, doğrudan bir həsrət, bir skill, bir necə deyilsə, içimizdə bir yazılıq məqamları var idi ki, niyə görə belə olmalıydı, niyə görə? Amma bu günlər inandırıram sizi, məsələn, bir məqam deyil sizə, çiğ bir parçaya, Yakutiyada, yani bilirsiniz Yakutiyada dünyanın foşu sayılır. Moskvada oraya 6 saatlik yol değil. Yakut şəhərində bir festival keçirdi. Ben orada işte bir iştirak etmişim. Bu ikincide 2022'de oldu. Biri 16'da olmuştu. İkincisi 2022'de. 2022'de orada biz bir haftamızda tədbir zalına geliyorduk. Yani orada da Moğolistan, Çin, Japonya, Rusya'nın diğer eyalətləri, Buryan, ona yapılırken var ya, bizim bu bətman qonşularımız da oldu, sabah oldu. Bizim böyle bir bətman qonşularımız da vardı. Onlar Balaban dəstəsiyle gəlmişlər. Onlar başka ad deyirlər. Biz Balabandır da bu. Balaban dəstəsiyle gəlmişlər olan, təsəvvür edeyim orada. Və inanız mənə, mən Azərbaycanı tək təmsil edirəm. Orada mən Simfonik Orkestr konsertim var idi və konferansda çıxışım var, Trabzon'da çıxışım vardı. Yəni Azərbaycanı tək mən getmişdim orada. Amma onlar bir 6-7 nəfər gəlmişlər. İnandıram sizi, başladı gəlib mənə salamlaşdı. Uğurlar razıladı mənə konsertdən sonra təbii. Və digərlərin gözlərinə baxanda, inanın tam səmimdə, biz musiqicilər hissiyatlı insanlar olur. Gözlərinin içinə baxanda, bax inanın, onlar gözlərini qaçırdılar məndən. Yəni, məndən yox, mən sahibdən söhbət edirəm, mən Azərbaycanın bir balasıyam, övladıyam da, Azərbaycandan gözlərini qaçırdılar. O məqam, çünki gözlə 2022-də, hesab edək ki, 2 ildən sonra da əmin məqam baş vermişdir, orada artıq tüm müəssəs yayılıb. Yəni, onlar əvvəlki kimi orada inanın ki, oğlan o menecər, musiqiçi deyildi, oğlanın böyüyü. Yəni, uğurlar razıdır, hətta şəklimi çəkdi mənim orada, heç gözləmirdim açıq ki, yəni, nə qədər olsa düşmən xalqdır. Şəklimi çəkmək, yəni, sağ olsun, öz ailəmiz, özü bilər, açıq, öz şəkli, sözü çəkir. Amma söhbət olanın gözündəki olan o məqamdan gelir, siz o içindəki, biz olan gözün içinə necə lazımda baxma bilir, onu bu məqamdan Allah doğru dövlət başımıza uzun ömürdən sağlığı olsun. Və qazlar bir daha can sağlığı olsun. Bax, bu məqam doğrudan da başımızı ucaldı və farklı bir festivalda ilk dəfə keçirilirdi. Demək ki, mənim kimi böyük müzikçilər var idi orada, çox müzikçilər var, Fərhad Edeli var idi orada. Yəni, bir çox müzikçilərimiz var idi orada ki, hamımızın arzumuz və ondan sonra mütəmada o bugünə belə də qədər Azərbaycanda nadir müzikçi qaldı ki, o festivalda iştirak etməsi, Şuşada iştirak etməsi. Bəli, qismət bizə oldu. Ona görə min şükürlər olsun bugünümüzə. Sami müəllim, siz eyni zamanda gözəl qeyrət olmuşsunuz. 2013-cü ildən bugünə qədər Azərbaycan Milli Konservatoriyasına dərs edirsiniz və Ramiz Qüveytəlindən olmuşsunuz. Siz Ramiz... Bir balaca sizə, siz sözünüzü unutmayın, balaca bir sözünüzə bir düzəlişim yox, bir qeyd edirəm. Gözəl pedagog məsələsi biraz həssas məsələdir. Mən pedagog ümumdə anlayışına təqdir yanaşıram biraz. Çox sağ olun, mən üçün bilirsiniz, var olasınız. Və mənim ümumiyyətlə keçdiyim yol
qısa da olsun haqqında məlumat verir ki, yəni Azərbaycan Tar Məktəbi pedaqoqluğuna nəzər salanda tədqiq yüzəyi verən başlayır, amma əsas onun bu dayəsini Seyismov, yəni onun Tar Məktəbi və Seyismovun özü Tardan dərs demişdir. Mən onu yenə də çox əfsuslar olsun ki, biz onu görmüşük, bilməm, sahib əfsus onu görmüşük, yoxsa mən onu mənə xoşbəxt insansınız ki, Seyismovu görmüşsünüz. Yəni, o Seyismovdan sonra Adilgara 3-cü yerdə qərarlaşır Akif Novruzov. Ondan sonra Oktay Nuriyev, Bərdara Kərim, o ikincisi deməsəm mənim üzrü sayısı, amma üçüncü olaraq, üçüncü yəni Seyismov, Adilgara və Akif Novruzov. Mən Akif Novruzov tələbəsi olmuşam burada. Səhv etməsi Rüfət də desən orada bir az müddət oxumuşdur. Bilməm, sahib əfsus orada oxumuşdur. Qiyabi şagird oldu. Qiyabi şagird. Yəni, bu gün tartışılan, elə Akif əmə bir neçəsi tartışılanın adı çəksə ki, Elçin Əşimov, Əliyağa Sədiyə, bir loxu da, Ələkbər Ələkbərov, Canım sizə desə, indi ondan öncəkilər var idi, bəziləri müəllim kimi davam etdirirlər, amma ifaslar, yəni, bölət mətbəsi oynayan, mən tam xalavədi müəllim. Həm də genetik kod sizdə. Aycan. Həm də genetik kod sizdə. Məhməd Ağa müəllim Atamızdan. Yox, yəni, Akif müəllim, yəni, düzdür, sinəmə tarım atam verir mənə, mən tartışılmaqda atamın böyük rolu oldu mənə, ilk müəllim də oldu mənə, amma atam özü mənə Akif müəllim sinifine verir, təsəvvür edirsiniz, hətta mən biraz əlköyü ilə ki, mən başqasının sizinlə getməksə uşaq edirdi, 12-15 yaşım var idi. Amma Akif müəllim elə bir insan idi ki, insana o para münasibət, para olan sevgi, aləti necə sevərlər, aləti necə ifa ediyorlar, sözün əsr mənasında. Və sözümü neyse, yəni pedagog, elə pedagog, və ondan sonra Məhməd Ağa, mən açıq təhsil almışam Məhməd Ağa Kərim, orada Vahid Məhməd Əliyev də Azəri mənimdə, Ramiz Quliyevdə. Və demək istəyərdim ki, yəni, siz də təkcə Ramiz Quliyev çəkdiniz, yəni ondan öncə olan Sərvər İbrahimov, Allah rəhmət eləsin, bir yaxınlarda onda xatirə gezisi keçiriləcək Moğab mərkəzində. Yəni, mən borcum da olarım, yəni sizə də tövsiyəmdir ki, əzizlərim, 6 ay, hətta 1 ay ki, sizin sinifində oxusaz belə, bir də görürsünüz ki, hətta oxumamışsınız, sinifinə gedib nəsə öyrənmişsinizsə, o sizin müəlliminiz sayılır. Yəni, müəllim müqəddəsi, mən yenə də müəllimə başqa cür yanaşan borcumuzdur ya. Yəni, amma hərdən görə hərdən bir saygısızlıqla deyim, hərdən kimsə etinasızlıqla deyim, olmaz. Müəllim bizim tarçalanmamızda evdə əgər valideyndirsə, sinifdə müəllimdir. Yəni, müəllimlərimizi hər zaman sevin, hörmətini saxlayın. İstərdən sayılır, söhbət qaldan getmir. Yəni, digər burada yəqin ki, başqa tələbələr də var. Rəssamlıq olsun, heyətlərdir. Müəllim yox, müəllimdir. Müəllim, ona görə də yəni bu pedagogluq məsələsi, o da yəni müəllim söhbət anlayışına gedir. Və Hatta öğrendiğiniz, sual vereceğiniz mesela Ramiz Quliyev müəllimdən öğrendiniz. Onda belə sual verin. Bu pedagoglardan öğrendiniz. Hansısa bir yəni öz tələbələrinizə ötürməyə çox şey, təbii. Gələnlər Ramiz Quliyev çəkdiyinizdə Allah rəhmət etsin, müəllim ustadımız olmuş, o da deməkdə Ramiz Quliyevdən öyrəndiyimiz sirlər, onun ifaçlı sirlərdir. Onun elə ifaçlı məqamları var ki, sinifdə hətta heç onu səhnədə də ifa eləməkdə. Nə məqamlardır deyim, sizə gələcəkdə yadınızda qalsınca, texniki əsər ifa elədə, texniki muğam ifa elədə yorulan məqamların olur, yorulursan. O yorulan məqamda dincini necə alarsa, ifa edə-gedə, o dincini ala bilirdir, təsəvvür edirsiniz burada. Yəni, ifa edə, texniki ifa edə-gedə də əlini necə edirsə, o məqamda gələrsiniz, Allah məsəl, biraz böyüyərsiniz, onu mən sizə deyərdim inşallah, indi tezisi üçün açılır, amma onda məqam var da. Yəni, ifa edə-gedə də dincini ala bilirsən, yəni 10 dəqiqəlik dayanmadan ifa edirsənsə, yəni fiziki sən göstərəcənin çox olmalıdır. Ya da o sir var da, yəni ehtiyac ki, sən budur, o qüvvə işlətməyə 10 dəqiqəyə. Qüvvəni 1 dəqiqə işlətməyən 1 dəqiqə cavab edən. Bax, bu məqamlar onu öyrənə bilirik. Məhməd Ağa müəllim başqa bir, yəni kifayət qədər müasir əsərlərə baxışı öyrənmişəm mən, kifayət qədər başqa, Akif müəllim bizə bir başqa sevgiyi öyrənmişdi. Ümumiyyətlə, klasik əsərləri necə ifa ediyorlar, amma Akif bir qədər, yəni sırf burada, amma daha çox belə deyil də, səni başqa cəhətlə inkişaf edir. Mən də sərbəstliyi verirdi sənə. Yəni artıq məsəl üçün mən indi düşünürəm ki, mən indiki bu yaşımda, indi ediniz 45 mən azdır da çoxdur, düşünürəm ki, orada sayıla bilər. Orada sayıla bilər. Yəni mən artıq əsəri götürdüm, təbii ki, tələbəyə başqa cəhətlə keçirsən. Tələbə o vacib sənə sərbəstlikləri etsin. Amma mən özüm öz haqq qazanıram o cəhətlə ki, yəni bəstəkarın yazdığı tanrını saxlayırsan, xəttini saxlayırsan, əsərdən söhbət edir. Onu və sənin, belə deyək, dünya görüşün qədər, sənin icazə verildiyi qədər, şit olmamaq təsinə, az olmamaqda, əndəzindən çıxmamaq nəsə onu bəziyə bilərsən. Əgər sənin etdiyin gözəldirsə, əsərlər hələ gətirmirsə, birinci öğlanın özünə toxunursa, sonra tamaşaçı oxunursa, mən düşündüm düz yoldadır. Amma hərdən bu çox məqamları, yəni aparıb başqa məqama çıxardı, o qədər qırdalı döyürlər, o qədər əndəzindən çıxırlar ki, əsərdən çıxırlar, hacıqlarına qalır kənara, individual bir ifaçı çıxırlar. Bu məqamlar olmaz. Yəni, bu da Akif müəllim
Necə? Sizin tələbələr ifadə etməklə söylədilər. Yəni siz hansı bir tələbə edirsiniz ki, bu sənəti yəni başlayarak başqa bir sənət. Bu əslində mənim sözüm deyil, Akif müəllimin sözü idi. Akif müəllim belə bir söz deyildi ki, mən bir qədər məktəbdə oxumuşum Akif müəllimdə. Akif müəllim dedi ki, o Sovet insanı idi da. O dedi ki, Sovet dönemində üzrüstən kişilər 60 yaşından çıxırlar pensiya. O vaxt Sovet dönemində. O dedi ki, əgər 60 yaşında hesab etdiyi insana ömrü verirsə, musiqiçi ömrü, mənə demir də açıq, mənim yanımda tələbə edirdi, tam səmimiyyətində, amma mən eşidirəm də, onda mənim 18 yaşım var idi, 17 yaşım var idi. Dedi, Tarzan da zəif idi, tələbə zəif idi. Dedi, ayaq ol, sən artıq belə deyil, neçə yaşın var? Dedi, 17 yaşım var. Dedi, əgər 60 il verirsə, 64 verəndə 15 olur da, hər 15 peri olur, 15 il. Sən artıq 1-15'i geçmişsən sən. Təbii ki, uşaq olursan, gəlirsən 15. İndi ikinci 15'e gelirsən, 17 yaşın var, 2 oradan götürmüşsən. Əgər sən bu ikinci 15'in içərisində də əvvəlində hətta öz həyat yolu, öz infasyon yoluna müəyyənləşdirməyəcəksən, ayaq ol. Ondan sonra geç başqa sənətədə. Yəni bu söz mənim yanımda qaldı, çox banalı fikirdir. Yenə də Allah hər kəsə bir ömür versin, başa çıxır. Amma heç kim sığortalanmamışdır da, birisi genəlliklə. Oradan 20 yaşına qədər, 25 yaşına qədər, maksimum 25 ay, biraz sürət ömürdə. Mən deyirəm 20 yaşına qədər, 21 yaşına qədər. Əgər musiqiçi olmağı planlaşdırmayacaqsansa, ondan sonra vaxtını niyə edirsən orada? Yəni get başqa bir sahəyə, istənilən sahəyə gedir və inandırıram size, onun sözünə qulağınızı başqa sahəyə keçənlər də oldu, adı çəkməsi bir kifayət də məşhurdur. Onun içərisində xanəndəsi var, estrada müğənnisi var, onların çox güzel. Yəni böyle bir dildə dostumuzdur bizim. Rüstəm Zeynal Şərəm Durbi, Akif oxumuşda bir yerdə oxumuşdur, Rüstəm dostumuz da bir yerdə. Rüstəm yaxşı ifadə ifaçıdır, yaxşı ifaçıdır, amma özünün çox talep meyili yoxdur, özünün ağır. Akif dedi ki, hər şey əlim var, qolum var, istedadı var, yaxşı aranjör bilirdi, yaxşı piyano çalırdı. Bir daha ayaq olsun, bu sadə belə töhfələrin varsa, niyə bu özün vaxtını itirirsən burada? Elə bir Rüstəm o sözdən qulaq asdı və artıq bu dəqiq maşınlar Rüstəm adını çəkəndə şərab qurulursa, şərabın yaradıcısı oldu da. Başlayın, kifayət qədər baxın, desən səfərində bütün qədər var göstərilir. Kifayət qədər məşhur, kifayət qədər peşəkar, yəni özünü tapmağı bacarırlar. Məqam budur və başqa bir tartışılan dostum, onu siz tanımırsınız. Böyük bir iş adamıdır bir dəqiqə, inandım, amma yaxşı tartışıla bilirdi. Onun dediği sözü qulaq heç konservatörlə getmədi. Çox gözəl. Yəni mən də tələbələrimdən, Akif müəllimdən öyrətdiyim sözü deyirəm ki, ayaq ol, ay mənim balam. Əgər orada da sən tartışılan olmayacaqsan, asanla baxanda beni açıq versən. Tartışılan, yəni yenə də tartı yəqin piano müəllimləri öz sahələrində onu bilirlər. Tartışılan əlini tarıb iki mezardan oradan kimi şəxsən biz təşəkkürlər deyirik ki, o tartışılan deyə tartışılan deyil. Tamam verəcək başqa söhbət, onun şəxsi fikirdir. Amma əlində varanda biz, yəni hər efirdə görsənə, hər sinəsi çarpıqdan iflaçı deyil, tartışılan deyil. Yəni biz tartışılanlar olan çıxır sıralarımıza, mən bunu yəni bir sərt olsa deməliyəm ki, biz onun sıralarımızı qəbul etmirik. Yəni bizim keçdiyimiz yollar, bizim məşq prosesindən, bizim müəllimimizdən onların aslında böyük fərq var. Onların yerdə, Allah hər kəsin yolunu açıq eləsin orada. Yəni mən onlara da ilham qazandım, çünki zəhmət çəkdilər, əziyyət çəkdilər. Amma ağla qara bilinməlidir, ağla qara məqamı var. Ona görə mənə tanımlanan kimi biz onu bilə bilərik. O da bizim ələmlərimizdən miras qalır, o da öyrəndiklərimizdir. Özüm biraz kifayət qədər geniş danışıram ki, yəni mənim ifamdansa mən düşünürəm ki, ifaları maşallah Allah saxlamışlar edirlər, ifalarımızı insanlar çıxar. Ona görə bu sizin üçün maraqlı olur. Ona görə söhbət biz sizə yönləndirmişəm, gençlər. Ona görə belə danışıram. Bizlərin çeşitləşdirmələri danışan bizlər və yenə musiqiyə yerilik Seyran kompozisiyasını dinləyəcək. Çıxış edilən məktəbimizin müəllimləri Orhan Abdullah, Səxavət Əlili, İbrahim Oğuzlu və şagirdin sövgüsünün şagirdi Mehdi Abdullah. Allah olsun. Onlar üzərində texniki məqamları yerinə bir qədər dostlarımız arasında iki söhbət edelim. Rüfət müəllimin, əvvəla qarşı Rüfət müəllimini almışlayaq. Aziz dostlarımız, nədən aratmır. Rüfət müəllim, bax, bir adı məqamlar var, Rüfət müəllimə aid olan məqamlardan ki, o öz üzərində əzətməni çəkən, əziyyət çəkən, sözün əsr mənası, bir mənim bu məktəbdə işləyir yoxsa yox. Sağ olsun, bir yoldaşlıq edir, dostluq edir, biz ona həm də qardaşlıq edirik. Rüfət güzel ifasıdır, onun qardaşı İmam Ələsən olmaq, sözün əsr mənası, əsr peşəkarlardan, Azərbaycan tamaşasının bir dəqiqə dünyadan, Amerikada, Türkiyədə, dünyanın 4 bir prezidentində bu yaxında konseptdə olmalısa, 28-də, hər vaxtımız olsa 28-də rəqamda onun dəvətlər yürüdü, İmam Ələsən konsepti. Yəni sözün əsr məsələn peşəkarlardan, ömrünü sənətə, ifaçılıq əsr etmiş ifaçılardır, Rüfət özüdə. Yəni biz məndən bir neçə yaş içində olsa,
teşekkürler. Fuat ile öz sənətinə olan mənə yanaşmasına iltifat edildi. Çünki hərdən o göndərirlər öz ifalarını. Ama bu aslında iyi bir işlerin olan dostum. Kendimi çok seviyorum seni. Şimdi sadece bu size gerekli ki hem de var hakkında kardeşlerimizle hem de siz hazırladınız. Buyurun. Sen de sizin.
Sağ ol, eliniz olmaz olsun. Her gün öğrenmeliğine ve yalnız arasından bağlantıda çok sağ olun. Allah sağ olun. Zaten siz bayağı böyle eğitim aslında böyle bahsediyorsunuz. Bir zamanda işte bize böyle bir zamanda hamleyip acaba nefesiniz veriyorsunuz. Yani hem pedagog, parça, idare etmen aslında da çok özlüyoruz. Parça kimliğini idare etmen veya da ki Yaxşı sağ olun. Yaxşı sağ olun. Çok sağ olun. parça idare etmen bir de pedagog. Her düşündüğünün hastalığı. Bilirsiniz, bilmem nasıl bir sözü bu. Belki de nasıl bir olsun sözü bilmem. Ama ben çok gezme değilmiş bir sözü. Söhbət sahəsindən gedir, söhbət istənilən fərddən, şəxsiyyətdən gedirlər. İnsan əgər istedadlıdırsa, hər sahədə istedadlıdır. Yəni təsəvvür edin ki, rəssamlıqda insan bir devamlı güzel rəssamdırsa, ona hər hansı bir şey verirsə, əgər istedadlı varsa, onu edəcəkdir. Məsəl üçün, Şistakoviç böyük istedad olur, bizi dahi istedadlı, böyük istedadlı. O çok güzel şahmalı var ediyor. Tarık Melikov'un çok güzel ressamlığı oldu. Mesela yani ressam gibi inandırsa hiçbir ressamdan eski çekmedi. Ama onun ilavesi olarak programı destekler. Hacı Mehmetov Beşümer Xəstəxananın zulağında çok baş həkimi oldu. Yani cerrah oldu. Yani cerrahında da sözü değil. Yani istedadlı insana eğer istedadlı Allah'ın verilmiştir. Her sahada istedadlıdır. Yani siz seçim değilsiniz mənə. Qəlbimə hansı yaxındır, o təbii ki, mən ifaçıyam. Birinci mənalı olaraq mən ifaçıyam. Amma yəni, bir işi əgər bacara bilirsənsə, bir işi sən öhdəsindən gələ bilirsənsə, əgər onda buyur, yəni sən edə bilərsən. Və mən düşünürəm ki, hətta insan təkcisiz üç sahə sayəsində, sanki pedagogluq, idarəçilik, yəni ifaçılıq, kimsə dördüncü sahələr arasında birləşdirə bilər və onu çox gözəl edə bilər. Ona görə gəlir ki, kimsə düşünməsin ki, yəni gənclərimizdən ki, mən yalnız bir sahə özə gələcəm, bəlkə gələcəkdə gözəl tarzlarına olacaq və ona bir iş təklif olacaq ki, hansı bir iş sahibi olacaq. Əgər o gözəl tarzlarını sizə inandırıb, o işi də çox gözəl idarə edəcək. O qismət deyil, yox, Allah falan qisməti var, təbii ki, o amma yəni işin bacarmağından söhbət edir də, yəni o öz biznesini idarə edəcək. Yəni mən açığı məndən kimi çıxmasa, mən bizim ansamblim var, muğam instrumenti ansamblim, hansı ki 5 muğam müsabiqələrində onları belə deyirəm, xanəndələrdə müşahidə etmişdim. 6 nəfərli ansambl, hər zaman böyük 10 nəfərli idi, 5 nəfərli idi. Söhbət ondan gedir ki, yəni içində mənim həmişə olmuşdu, yəni mən onların gedən səfərlərdə olmuşam, onların bütün səfərlərində sənədlərini, onların güzel yəni şeylər vardı, orada biraz şəhərsəli Makon Festivalında. Yəni o bütün əsədi mən qoydum. Yəni əgər işi bacarırsansa, istənilməz bəli, əlbəttə idarə edir. 6 nəfər idarə edirsə, 60 nəfər idarə edəcəksən, 6 nəfər. Yəni sizdən sənin içində olsun, bacara biləsən. Yəni o bacarığa görə də yenə də dövlətimizdə mən bir daha təşəkkür edirəm. Mənim sizlərin etimada görə, etibara görə. İnanın tam sənədə heç mənim xəbərim yoxdur. Mənə 2000 qabaq deyildi və 2023-cü ilin 13 mayında bu iş baş verdi, yəni təyin olundu. Yəqin ki, mənim hansısa bir bilməm, hansısa bir cəhətini, yəqin ki, bu idarəçiliyi, səfərdə olduğum, konferanslarda olduğum, neysə dövlətimiz ona görə bəyinib ki, bu etimadı mənə göstərəcək, mən onlara bir daha təşəkkür edirəm. Ona görə də yəni, gənclərə sözüm deyirəm ki, gözləmək ki, sizin üçün ki, Allah həmişə insanın zəhmətini, yolunu açıq edib və sən onun üçün doğrudan istəyirsənsə, sən onu istəyirsənsə və onun üçün doğrudan gecə gündüz neyəsə qurban verirsənsə, sən onun üçün doğrudan zəhmət çəkirsən, əziyyət çəkirsənsə, bir mənalı olaraq sən ona, əgər ona doğru gedirsənsə, Allah sənin üçün yolunu açacaq. Heç mən görmədim ki, bu günə qədər 35 yaşımın özünü sayın ki, kimsə bir şey istəsin, onun üçün də doğrudan zəhmət çəksin, o kənarda qalsın. Ya bir yolu düzgün seçməyib, ya özü düzgün deyil, içində nəsə deyirsə də, yəni olan bəs ki, sən əgər düz olasan, Allah birinci öz arada düz olmalısan, mən inanırsan olduğuna görə hər sözümdə yəni Allahın adını çəkirəm ki, yəni bilmirəm, yəni ki, öz Ramazan aydı, oruçlarına varsa Allah'ın orucunu qəbul edəsin. Birinci olarsan bunu istəməlisən, sənin qəlbinə görə olmalıdır. Sonra sən özün üçün zəhmət çəkməlisən, havadan gəlmir. Təkcə istəməklə deyil də, o istək üçün ardıc getməlisən. Ardıc getmək məqam nədir? Zəhmət çəkməlisən, öyrənməlisən, oxumalısan və
gəlib doğrudan da bax, o neyəsə nail ola bilərsən. Və ona görə də gəlib hər birisi yolu keçirik. Məndən öncə keçmişlər, biz də keçirik, bizdən sonrakilərlə keçəcəklər. Amma zəhmətsiz, əziyyətsiz, mən düşünürəm ki, ola bilər az müddətdə, sonra o yenə müvəqqətidir yəni. Əgər istəsənsə, sən gələcəkdə özün qura bilərsənsə, müddət şeydə üzərində və sonra da özlərində işləməlisən. Bilirsiniz, zirvəyə qalxmaq birinci məqamdır. O zirvədə qalmaq, onu qoruyub saxmaq ikinci, tamam çətin məqamdır. Yəni, o daha məsuliyyətli məqamdır. Ona görə yəni, hər birsə, Çinə müraciət edilsə, uğurlar olsun. Hətta pedagogluğun məndə, pedagogluğun danışıqda yəni çox güzel olmasıdır. Yox, üç növbət önəmlidir məncə. Yəni, pedagog kimi də vicdanlı olmalısan. Yəni, əgər özünün vicdanlı deyilsə tələbəyə qarşı, özünə qarşı, yəni, görürsən ki, istedadı varsa, sən ona doğrudan şərait verməlisən. Görürsən ki, bu insanların tarzı, musiqiçi olmayacaqsa, dərsli deməlisən ki, biz onun müqarında maaş alır. Vicdanla dərsli deyirsən, amma bilirsən ki, bu insana sən o sirləri öyrətməyinə deyil, o sirləri zaten öyrətsən, doğru olmayacaq səni. Ona görə hər şey önəmlidir, amma ruhən mənə yaxın olaraq demək ki, başlayır. Ne kadar da sahnelerde repertuar sahnede çalışan biriyiz. Tar ve orkestra üçlü bestelenen 8 yıllık Erşin konsept ve sergilemelerle çok güzel şeyler sundu. Ümumilikte o şey yapmazsa size has olun. Ümumiyyətlə siz ifadatlı bir yenilik, yani sizin ifadatınızda ve siz yazar, qəlbi janrlar, Azərbaycan janrı, caz kimi, yani diğer janrlardan Mən caz ifa edirəm. Caz az ifa etmişəm, yəni cazı sevirəm, caz ifadə edəcək sənətdir, amma mənim profilim bir qədər başlayır. Mən düşünürəm ki, bəyəklik, tarz milli alətimizdir. Yəni, tarı caz və digər janrlarla illərdə uğurlu alır, nə dərəcədə gələcəkdə hara qədər gedəcək bilir, amma hər halda indi uğurlu alırsa, bu tarın qələbəsidir, tarın imkanlarını göstərəcəsidir. Mən bunu çox sevirəm. Ancaq mən özüm çox az ifa etmişəm. Yəni, məqamlar olub, o da ehtiyac olub orada. Deyirlər ki, belə bir konsepsiya qurmaq lazımdır. Bir dəfə Fransızda olmuşdur, bir dəfə Litvada olmuşdur, bir dəfə Koreyada olmuşdur. Belə bir şey. Ancaq yəni, mən caz kifayət belə deyil. Çox belə deyil. Tara mən onu uyğun görürəm. Belə deyil, açıq deyil. Mən öz individual fikrimdə tara uyğun görürəm müqamızı bir mənalı olaraq yazılmam belədir. Bir də o məsələ, Azərbaycan bəstəkarlarına yazılmış məsələlər var. Tara üçün və işləmək var. O məsələlərdə bəli, kifayət edərsən, xarici ölkə dinlərisini sən heyran edə bilərsən. Hacı Məmmədoğlar, Fikət Əmiroğlar, Cahangir Seyid İslimovlar, Ramiz Milişlilər və digər bəstəkarlarla və bunların içərisində əgər Polşadasansa, bir dəfə şoför əgər ifa edəbilməyi bacarırsansa, bir dəfə gözəl ola bilər. İtaliyada səsə bir dəfə ifa edilənsə, əgər layiqli şəkildə ifa edebilirsən, layiqsiz şəkildə edəcəksənsə, heç olmazsa ifa edirəm. Və yaxud hər hansı bir başqa bir Almanyasınsa, Fransız Macar ərsini kifayət edə ifa edəcəksənsə, mən bunu Türk təyqələr hesab edirəm. Amma bütün bir Brahms, bütün bir Beethoven, o bizə yaramaz. Bizim çünki öz kökümüz var, öz dəyərlərimiz var. Mənə peki yavaş-yavaş yaxınlaşdıran danışıqlardır da. Sınav çox sevən. Buyurun. İnsançımız Rəhmanı alqışlayıram. Gəl, Rəhman gələnə elbətlə masal. Gəl oğlum, gəl. Bu çağırqası hansı ailə üçün yazılır? Hiç bilirsən onu. Gəl. Rəhman'da şu son bilirsin ya. Yaxşı ifadə, vasılsınız. Olmasa da yaxşı ifadə. Şairlər əfsəsi olumuz tanım etməyə qədər İslah Konşiyə çoxlara bir dəfə konuşmayalım. Afrikada da şimdi bir doğru radyocumanın var idi. O anlamda o qədər. Ama bu İslah Konşiyə yazmışız zəmizləri. Və ilk yazını Özdeki telefon falan. Evet, İslah Konşiyə olsaydı. Və onlar əvvəlisində bu əsəri Ramiz Quliyev çox yerində, çox məqamında, Allah doğrudan da insana rəhmət eləsin. Necə məqamında əsəri ifa edirsə, nəinki məni, heç elə tartışılan yoxdur bu repertuarında olmazsa, üstə gəl, hələ mən onların əvəz edəcək, hələ ki, ikinci və əsər bilməm ki, xüsusilə xaricdə, içində çarıqya elementlər olsun və belə bir farq. Yəni, o da ki, obraz cəhətdə, məna cəhətindən, o da ki, əsərin o qədər dərin məqamlar olmasında, yəni necə ki, digər əsərlərdə olduğu kimi, xüsusilə ikinci səsən söhbət edir, birinci sonra indi. Amma əsər o qədər effektli, o qədər məzmunlu cəhətdən çarıqya əhatə edir ki, ona görə o əsəri biz həmişə köklə-kökləyiz dini ilə və yenə də bu işi oradan görə Ramiz necə əsəri seçdirsə, necə qarlaşdırsa və xüsusilə biz özləyib digər aləmdə mənə inciməsində bunu kamançada ifadə edir, kamanda ifadə edir, digər aləmdə də necə ki tarda səslənir açıq. Yəni, o başqa alətlərdə kamandan açıq işləyə bilmirəm.
Burada Bir dəfə ifadə verelim. Dinlememiz kalır. Evvela Rəhman edəsin oğlum, Rəhman, Allah sağlasın. Təbrik edirəm, maşallah. Ötesindən gəldi. Çünki sizin üçün açığı böyük repertuardır. Böyük repertuardır. Yəni, maşallah ötesindən gəldi. Müəllim də sağ olsun. Və bir də hansı neçə nömrəmiz var? Hansı nömrədir? Siyah şikayətini örgü istedik. Gələk şarjının adına salardırız. Ömürlük nömrələrimiz, şarjın nəticələrimiz eybi yox. Onda İfade bildirəyilə onda mən bir daha təşəkkür bildirəm sizə. Teşekkür ettik. Çok sağ olun. Evet, siz geldiniz. Size yardımcımız olan Çok sağ olun. Teşekkür ederim size. Bir daha ve bir daha teşekkür ederim size. Bütün gelen müəllimlərə. Bir daha Əvvəla sonunda olsa hepinize hoş geldiniz deyirəm. Bugün değerli həmkarlarımız buradadır. Digər məktəblərimizdən tarixası üzrə değerli müəllimlər buradadır. İlk önce de sənə başta teşekkür edirəm Saniye ki, bugün bizə belə bir gözəl gün yaşadıq.
zəngin təcrübəni bu qədər gənclərimizin, şagirdlərimizin təcrübələrini bölüşdün və sənə sonsuz bir təşəkkür missiyası çərçivəsində istəyirəm ki, kiçik bir hədiyyə təqdim edək məktəbimizin adından. Çok sağ olun, teşekkür ederim. Ben de size teşekkür ederim. Bir daha tələbələrə, əsas etibarıyla bu şagirdlərə ki, onlar bir saat gəlməyə əyləşməyə çətin olur. Ama çok sağ olsunlar ki, səbir verdiklərdə var olsunuz. Kiçik hədiyyəni istəyirəm ki, bizim məktəbimizin adından qəbul edərsən. Təşəkkür Muhammed. Və məktəbimizin hədiyyəsi adından və əsamında Seyfun müəllimizlərin üçün belə bir gözəl ithaf edildi əlişini təqdim edirik. Seyfun müəllim buradadır. Sizə sonra bu əsnafı öz türlərini Sualım var, versin sualında. Bir sual var, bir yerinde kalmasın oğlum. Buyurun. Seymo çok sağ olun, teşekkür ederim. Elinizin yolunuz var olsun. Buyurun. Tavır atanızı arıyorum sizde, ben. Bəli. İlk varınız kim oldu? Elə atam. İlk dəfə atam oldu. Mən piyanos olmuşam əvvəl. Məmləkətdə qeydiklə yox, 5 il piyanos ilə təhsil almışam. Sonra atam tar mənimdir oldu. Tecrübə olsun, o tardan dərs edir. İlk tarı sinəmə tutan, yəni 6 ay, hətta 1 il ərzində mənə dərs deyən atam oldu. Bəli. Musiki məktəbində ben de olmuşam. Tavır atanızı öğrenmek yoksa ben yılınızdan. Yaxşı sağ olun. Gəlin bir almışlayaq. Elə bunları almışlayaq. Mən sizə açıq deyim də, Tanrı müəllimini öyrənmək mənim üçün daha rahat edir. Niyə görə? Çünki ata ilə oğlun müəllimliyi, yenə də burada valideynlər var. Mən yaşında, üzrü sayısında mənim oğlum musiqiyə gedirdi. Piano ifasıdır. Həyatı və qanuna dəstəmərəm. Yəni ona görə yox ki, deyə bilmərəm. Yox. Ata ilə oğlun müəllimliyi, kim desə ki, yox, gözəl müəllim olur, yox, elə deyil. O ata ömür boyu oğul atanın yanında özünü o valideyni kimi hiss edəcək. Çünki müəyyən qədər çəkinəcək, müəyyən qədər çəkinəcək, söhbət ondan gələcək. Amma kənar insanın yanında, yəni müəllim kənar deyilsin, ya ikinci valideyndir. Özünü yığışdırır. Yəni Akif müəllim mən gələndən sonra Ağabey mən sinifdə etdiyim sərbəstliyi yoxa çıxdı birdən-birə. Ağabey mənə sərbəstliyi verirdi. Ağabey mənə əsərləri verirdi. Özüm istədiyim əsəri götürürdüm. Akif müəllim birdən-birə gəldi mən üçün artıq mən servisdən oxunansıya çalıram. Tar məktəbinin qoydu qarşıma məni. Bir dənə buranı ifa eləyirəm, təsəvvür edin. Fikirləşdim bir dəqiqə ifa edəcəm onu. İfa edilmədim. O dediyi kimi ifa edilmədim. Təsəvvür edin ki, ilişdirmə bunu belə elə, bunu belə elə, bunu belə elə. Yəni mən evi tezdən 3 ildən sonra tezdən qaldım, sıfırdan başladım, getdim. Ona görə müəllim, təbii ki, müəllim. Ata sadəcə yolu müəyyənləşdirər bilər. Ata əgər musiqiçidirsə, sənə gözəl istəyirəm. Yəni mənə həyat yolunu müəyyənləşdirən atam olmuşdu. Yəni öz məsləhətləri ilə. Dərs al mənə. Amma özü sonra mənə hakim mənəsini verdi ki, özü verdi yəni. Mən uşaq idim onda. Ona görə mən də sual əgər olsa, yəni 2 dənə vaxt almamaq şərtində kimisə ürəyində bir sual olarsa, mənə daha maraqlı olar sual. Nəinki mən özüm haqqında danışmaqdansa, yəni. Çox səbəb var yəni. Rəhman salam verərsə, Rəhman sonra biz bir yer olmuşuz Rəhman. Bəli. Xarici səfərlərimizdən bir maraqlı bir dənə bizə gülməli bir hadisə danışırıq. Yaxşı. Xanım, sizə sualımı, siz sualınızı verək, o vaxt eləmək yazma salın. Çünki olur da, öyle hadisələr çox olur. Rəhman Gedovun məktəbin musiqi müəlliməsi, fakültənin müəlliməsi. Sualım yox, həqiqətən yəni içdən təşəkkür etmək istəyirəm. Qızım sınıf başlı bu məktəbdə təhsil alır. Yəni, çox sağ olun. Yəni, burada tarzən tələbələr olsa da, mən özüm xüsusən gətirdim bir qulaq asın, dinləsin sizi. Həqiqətən, yəni ananın dediyi başqa, yəni özü müəllimə də olsam. Amma sizdən mən dediklərimi eşitdim, daha çox qavradı. Nəyi dediniz ki, əziyyət çək, yəni nəyisə qurban verib əziyyət çəkirsənsə, illərlə mütləq ki, sən bunu zirvəyə çıxacaqsan. Sən o zirvəyə nail olacaqsan. Mən də qızımı həqiqətən görmək istədiyim yerlərdə görmək istəyirəm. Müəyyən zirvələri, yəni skripka aləti deyil, mən nəfəs alıram skripkayla. Yəni, ona görə həqiqətən o qulaq astım, mənə elə gəlir, ondan sonra daha çox məşğul olacaq. Mütləq, Allah sabahına. Sağ olun. Təbii ki, qızım sən elə bir söz deyil də, mən gəlsən ki, bir duasızsansa, deməli, Paganini hansı zirvədə olmuşsa onu bilirsən də, yəni bugünə qədər hələ yenə də Paganini misal şəkildə. Baxmayaraq ki, dünyada çox gözəl skripkaçılar var da, yəni bir neçə saat, mən klasik musiqini çox sevirəm mən də, elə skripka, fortepiano ifadəsi
şansı yoxdur ki, az olar ki, mənim ondan xəbərim olmasın da. Amma yenə Paganini deyirlər. Deyirlər ki, Paganini. Paganini bir nəfərin həyatında, da böyük bir duhanın həyatında teoretiklər, yəni bəstəkarlar və yəni mənə çox yaxşı deyirlər. Liszt, bilirsiniz ki, çox böyük bir bəstəkar olmuşdu, amma bəstəkardan öncə böyük bir ifaçı olmuşdu, çox böyük ifaçı olmuşdu ki, 35 yaşında ifaçılığını bitirmişdi, ondan sonra başlamışdı bəstəkarlar, sonra da din xadim olmuşdu. Axırda təkrar Harz yerində rəhmətə getmişdi, mən onun evində olmuşam Macaristan'da. Bunları niyə üçün deyirəm? Listin həyatında bir ruhunun dövrü yaşamışdı, hər kəsin həyatında olur, mənim də həyatında olur ki, yəni insan özünə qapılan məqam olur, həyat yolunu olur da belə məqamlar olur ki, özü itirirsən. List, deməli, Paganini eşidəndən sonra, bir dənə konsertdən sonra gəlib evə, mən bu kitablar oxumuşam, Listin kitabı, Milstein kitabı var, 2 tomluq. Orada deyir ki, öz məqsəd qoydum ki, mən Listin Paganini seviyəsinə çatmayana qədər mən otaqdan bayra çıxmayacağım. Təsəvvür edin ki, o bir il ərzində şərti olaraq otaqdan çıxmayacaq. Dedi, o vaxt çıxıb otaqdan, amma bir il ərzində konsertə gedir. O dövrdə əyləncə dövrlər yox idi. Bir il ərzində yalnız qammalar, trellər, oktavalar, həm fəlsəfi kitablar oxuyur. Bütün Baxı, Beethoven hamısı ifadə edir. Bir ildən sonra orada elə yazır elə, otaqdan başqa bir list çıxır. Və o list sonra bütün dünyanı fəth etmiş bir piano konserti. Təsəvvür 35 yaşında bu adam, yəni onu krallar istəyirlər onu. Sankt Peterburg'da kralların qarşısında, knyazların qarşısında, yəni böyük dünyanın ifaçılığında ifaçılığın ən yüksək nüqtəsini əldə etmiş bir insan var. Amma nəyə görə? Məhz Paganini'nin aldığı ilhama görə. Yəni sizə də arzu edirəm ki, o ifaçılığa çox qulaq asın. Skripka ifaçılarına, fortepiano ifaçılarına, violonçu ifaçı, bilmirəm, yəni istənilən ifaçı olanlar olsun. Ravi Shankara qulaq asın, sitarın ərcüması olmuşdu. Yəni istənilən qulaq asın və hansında sən özünü tapa biləcəksən. Ola və sənə piano tapasan özü, ola və skripka tapasan, fərqi yoxdur öz alətindən, amma qulaq asmağı bacarmalısın və oradan öz üçün bir şey götürməlisən. Ona görə də Allah yolumuzu açıq eləsin. Sevinirəm ki, gəlmişsin bugün, skripka çalan da bugün ifadə. Bəli. Mən uzun mecbur oldum, bunları deməyə, ama sözümüzdən qüvvətlərini necəsən. Deməli, bir neçə il bundan qabaq çox qəşəng günə təsadüf edir bu gündə. Birincisi Ramazan ayımızın mübarək olsun. Bəlkə də oruçsuz, ona görə təəssüfsünüz. Bugünkü gün, yox, bizə çox xoş oldu, həddən artıq. Bugünkü gün sağ olun ki, öz müəllimlərimizə bu dərəcədə dəyər verirsiniz və eyni zamanda ilk sözümüzdə Dəyanət müəllimi xatırladınız. Buna görə də sizə təşəkkür edirəm. Heç təsadüfi deyil ki, Dəyanət müəllimin bu yaxınlarda doğum günü olacaq. Fevral'a girilməsində. Və mən alıram boynuma ki, mənim ilk təhsilim Asəf Zeynallı olsa da ondan sonra bir 4 təhsilim var ki, sonuncuda akademiyada prezidenti yanında rəşqərləzəməsi. Mən onu alıram boynuma ki, mənə ilk dəfə tarih sevdirən siz olmuşsunuz, sizin ən birinci görüşümüz var idi burada Dəyanət müəllim Kreməməklədə. Bizim şeklimiz də var. Gedəndəydi biz onu O siz ediniz, Çaykovski dediniz. Bəli. Və bir də bilirsiniz necədir? Bayağı mənim yaşı bir sual verdi. Suallar qalmadı. Mən sizə çox suallar fikirləşirdim demək. Amma bütün sualları fikirləşdiklərimi imkan tanımamışsınız. Və burada belə bir duyğu var ki, hər bir insanda olur. Maşallah siz çox sərbəstsiz səhnədə və sizin o sərbəstliyiniz, rahat danışığınız sizin biliyinizdən də dilə görüşürsən bəlkə. Mən onu 100% bilirəm. Çox oxuyan adam, çox gezən adam, çox bilir və çalışır ki, fikirlərini çatdırsın və çatdırır. İndi maraqlı olanlar ondan nəsə bəhrələnir, maraqlanmayanlar onsuz da heç vaxt maraqlanır. Təbii ki. Və mənə belə bir şey maraqlıdır, bu sual verirlər. Mənim ona oxşaq bir sual verir. Mən sizə bir də vurğulayım. Həyəcan hamımızda var. Mən özüm də çox çıxışlar edirəm, müəyyən başqa bir işlə işləyirəm. Səhnə elədir ki, məsuliyyət olan yerdə həyəcan olmalıdır. Bizim xanım qızımız da çox həyəcan keçirdi. Bir bu arada onu almışlayın ki, gözəl tədbir atardı. Mən çox maraqlıdır tədbirlərdə həyəcan keçirdən zaman və əgər çaşmışsınızsa, mən səmimi istəyirəm buna cavab edəsiniz, improvizə edib vəziyyətdən çıxan vaxtımız olur və yaxud da bir gülməli bir hava düşən vaxtımız olur ki, sonradan özünüz onu etmişsiniz səhnədə. Yəni, bəlkə onu çox adam hiss eləmir. Yəni, ötüşüb geçmişsiniz də o həyəcanın təsirindən. Sonradan demişsiniz ki, mən bax, burada belə eləməliyim, belə elədim. Yəni, ifanın içərisində nəzər tuturam. Çox sağ olun, Allah sizə can sağlığı versin. Heç vaxt sadəliyimizi itirməyin. İnanın Allah'a ki, mən Əmircan Qəsbə Bələdiyyə Sədrinin maviniyəm.
İşimizdə müəyyən tədbirlərlə sabah bir gün 2 dənə tədbir keçirdik Qocalı ilə bağlı. Mənim də işim çox yoğundur, amma o qədər sizə görə mən Elmə xanımla icazə ala bilərdim, mən gəlməyim bugün. Şəxsən sizə görə mən bu tədbirdə iştirak edirəm, mən çox maraqlı. Çok Allah seversen, çok sağ olun. Ben çok hoşçuyum. Yani sizden biz heyecan herkeste olur. Hem de ben özellikle bir heyecan vardı ki tedbir nece geçeceği, yani nece aparatın tedbiri ki insanlar çok maraqlı olmalıdır. Birisi çok danışmalılar, boş danışan da olur, dolu danışan da olur, məzmun danışan da olur. Əsas məqam, mən düşünürəm ki, əsas məqam tamaşaçını özünə cəlb edib bacarmalısan da. Yəni mən bunu məsələn Hacı Agildə görmüşəm, Hacı Baba Hüseynovda görmüşəm, Rafael Hüseynovda görmüşəm. Yəni biz necədir, hər də görsən ki, onun o bir danışığını, bir söz var da, çəkirsən özünə. Mən bax ona tərəfdarıyım. Əgər danışırsansa, ya danışma. Əgər danışırsansa elə maraqlı danışmayın ki, danışım birinci mənim özüm üçün maraqlı olmalıdır. Mənim özüm bəlkə dəymirsə, inanın, açığı deyilsə, ya danışmayacağım, ya da nə bilim sizi dinləyəcəm orada. Çalışıram, yəni çalışıram ki, nəyəsə çox sağ olun. Yəni deyirsiniz belə, mənim də çox hoşdur ki, sizin məhəbbətiniz, sizin olan hörmətiniz, mənim çox hoşdur. Var olsun ki, Elvin xanım deyəndə açığı, işim çox idi dedim, amma mütləq şəkildə eləyəlim. Çoxdan da dekabran danışırıq məsələni. Dedim, bugünə qismətmiş, var olasınız. Və düşündüm, təbii ki olur. Elə mümkün deyil ki, elə bir şey olmasın. Olur da, insanın əli ilişə bilər, insanın sili qırıla bilər. Siz danışıq yapması olmazsam görüm, hansı məqamda nə olur. Amma mən düşünürəm ki, bax, peşəkarlıq oldu ki, təcrübə oldu ki, o artıq təcrübəyə gəlir, illərlə gəlirlər ki, hansı məqamda bir yaxınada bir şey gördüm mən, əslində deyim sizə. Bax, mən olmuşum da, bilməm, kendisi olan görər də yoxsa yox da. Çaykovska'dan müsabiqədə 3-4 bundan oldu da, bir Çinli ifaçı çıxır səhnəyə, Çinli ifaçı, Çin bölgəsindən. Əyləşib orada, Rachmanovun ifa etməlidir ikinci konsertini. Rachmanov ikinci konsertini bilədə, əvvəldə orkestra başlayır, sonra akordanla başlayır da. Mən o 5 konsertini 5 dənə çox sevirəm. Bu diyanın hazır gördük ki, orkestra başlayacaq, yavaş-yavaş onların ifa edəndən sonra bir də bir orkestra verir, dam, bam, rapsodiya çağırır. Və bu diyama belə baxır, həmən o reaksiyasını verir, akordu vurur və devamlı ifa edir. Təbii ki, ondan qabaqki kimi ifa edilir da, o cür hadisələr, deyəsiz direktivimizin tərəfi, mənim həyatımda çox şey baş vermişdi ki, yarım saat qalmış demişlər mənə ki, filan əsəri ifa edə bilərsən, bir şey edə bilərəm və yaxud filan məqam var, kimsə əvəz edəmək lazımdır. Bir dəmə yadma salmasın, amma mən düşünürəm ki, insan əgər hazırdırsa, hər şeyi hazırsansa, yəni bax, o ki, inandırıram sizi, 30 dərəcə istidən başqa ifa etmişəm, getmişəm oradan Yakutsiya düşmüşəm Kuşa, tamam başqa repertuar ifa etmişəm orada, amma hər ikisi mənə boşdur. İndi bilmirəm, biz bilməli məqamları yadma sala qədər, yəni çox da kəsdir olmuşam. Amma indi o məqamları gələk düşünürəm ki, bəlkə də olacaq. Amma o Çinli, onun reaksiyası mənə çox hoşuma gəldilər. O reaksiyanı mən çalışmışam özümdə, ödəyirlər, rabat bilsəydim. İçimdə də var, içində olmalıdır ki, sonra inkişaf edəcəklər. İstənilən məqamda sən çıxa bilərsən. Bir məqam deyə bilərəm sizə, el məclislərində başıma gəlir mənim. Allah rəhmət etsin. Alxan mənim də burada, qonaq kimi iştirak edirdim burada. Mənim bir neçə rəngim var, bir 10-a yaxın rəngim var. Özdə ki, biraz böyük sənətkarlar riskant yanaşırlar bu rəng məsələsinə. Hətta adını çəkəcək, xalq arası, qulaq asdı. Kimin necə rəngdir? Bir də nə bir şeydə maraqlı rəngdir. Sonra deyən, nasıl ki, mənə rəngimdir? Heç bir reaksiya vermədi. Yəni, istəyir ki, mənə rəngimdir, o cür tərəfləməz, amma tərəfləmişdim öncədən. O rənglər necə yaranıb, sizə açıq deyirəm sizlərlə. Mən el məclislərindən kifayət edəcəm. 10 il, 11 il ərzində çox getmişəm. O müsabiqələr ardında yenə də mən özümlə müşahidə etmişəm dəfələrlə. Sonra özü qonaq kimi oldu, məqamlar olub. Xanəndə kifayət bir məşhur xanəndələrdən biri idi. Mühabirə çəkməyəcəm mən. Birdən-birə bunun söz yadından çıxdı. Söz yadından çıxdı, qavalı götürdü mənə baxmaq, rəng çalmağa. Həmin an torpuzdan sonra heç gözləmirsən mən müşahidə. İnanın var, belə baxdım ona, anında ya, bax, torlu Allah şəhədə ki, maçdan torlu ya, dedim. Mən o rəngi, 50 ildən ki, başladım rəngi ifa eləməyə. Rəng, musiqi apardı məni. Yadında saxladım, 2 dəfə çaldım sonra, axşam evdə gəldim, gördüm yadında qalıb. O rəng şikəstliyə fars rəngidir mənim. Bir dəfə Allah bu ifa elərim sizin üçün. O cürdə bir neçə rəngim yarandı mənim. O nedən yaranır açığı. O anında reaksiya verməkdən. O cəhət Əhsən Dadaşov da oldu, Allah rəhmət eləsin. Bir də Bəhram Dadaşov var idi, Bəhram Masadı var idi ki, o götürdü rəngi bir də bir xanəndə, bir də bir melodiya özündən qoşurdu da, o melodiya da gəlib qoşurdu, elə qoşursan ki, yəni bir məna olsun da, yəni not kimi ifa eləyə bilməzsən. Belə bir məqam olmuşdu, bilməm nə dərəcədə maraqlıdır, amma hər halda onun əsasında bir rəngi yarandı. Mən sonra da həmin o rəng o xalq qazisi tərəfindən sevilmişdi. Bax belə. Çox sağ olun.
Teşekkür ederim. Gördünüz mü? Evet. Çok sağ olun. Ben bizim ifa eden balalarımıza teşekkür ederim ve onların müəllimlərinə teşekkür ederim. Çok sağ olsunlar. Səhnədə çıxmaq həqiqətən hiç iyi böyük yox. İnandırım sizi. İstəyir 3 nəfər qarşısına çıxıram, istəyir 30 nəfər qarşısına çıxıram. Fərq etmir. Səhnədir. Bura müqəddəsdir, səhnə müqəddəsdir. Yəni mən səhnədə hər zaman o məsuliyyəti, o həyəcanı hər zaman o yaşayıramsa, siz də onu yaşayırsınız. Sizə uğurlar arzu edirəm. Buyur oğlum. Sözü var. Ben kısa bir soru vardı. Siz niye evvel plan yapıyorsunuz, sonra 5 dakikadan sonra Yaxşı, sağ olun. Çok sağ olun. Bak oradan artık Ağabey müəllimi zəhməti var orada. Çünki o belə düşünmüşdü. Mən sizə bir deyimdə, xalçalar tarihi ifaçıları, yəni bir xeyli var burada. Bu xalçalar tarihi ifaçıları, xüsusi etibarilə xanəndələr çıxıram oradan, xanəndəçə. O instrumental izlədən alət ifaçanı söhbət gedir. Bunlar qarmoydan, palikoynadan, fortepian arasından, dünya müziği nəzərəsindən, klassik bəstəkələrin həyat yararcından 90%, çox 10% çıxır, amma 90% geriliyirlər onlar. Yəni onlar adətən onlara sual verəndə, məsəl üçün dünya görüşündən aksidir o məqamlarda. Ağabeydən özü tartışılamamışdı, sonra cüvür olmuşdu da, yəni özü portiz oldu, bitirmişdi. O mənə bir dəfə dedik, mən soruşum, mən də o sualı vermişdim, oğlum, neçə yaşın var sənin? 10. Allah sağ olasın. Elə mən də təxminən sən yaşda sual verdim ki, amma mənə tartışılan olacaqmısa, mənə üçün fortepiyanə qoydum, yəni bir də ayaq oldu. Sən indi istədilən kimi danışa bilirsən, yəni servis kimi danışa bilirsən, məsələn kimi danışırsan, yəni müəyyən məqamlarda. Yəni mən sizdə dedikdən sən, amma bir dənə məqam var da, mən adı çəkməyəcəm, mən fortepiyanada da sonra mənim deyişdim, fortepiyanada böyük həvəsi var da, elə kendisi yoxdur ki, mən bundan xəbərim olmasın da. Elə bir məqam seçmişdik ki, orada o sizin məqamı dinləyə istəmirəm, o məqama görə mən həvəslənib piyanada da qala bilərdim. Sən də o məqamı özü seçib ki, mən piyanadan, yəni çox publikasiya olmayıb da, yəni çünki mənə tartışılan gibi, özü ki tartışılan davam eləsin, bir də tarih. O mənə ona görə olaraq qoydu ki, mən o klassik musiqi məktəbini, nəzəriyyəni və o müəyyən fənlər var da, onlara teorislər bunu yaxşı bilirlər ki, onları yaxşı bilib mənimsi ki, və inandırıram ki, düz deyil bu öyrənəm. Mən indi onların hesabına, mən rahatlıqla Şopeni İhadından ayıra bilirəm, Debisini Rabeldən ayıra bilirəm, tərif kimi çıxmasında. Yəni istənilən əsəri bulasıb evlərin hansı dövrün, hansı cərəyanın əsəridir, heç adını bilməsəm də, deyəm ki, yox, buradan bir Vivaldi'yə, Scarlatti-yə, digər bəstəkarında tartışalan olsam da. Və sonra mənim tartışmaq da mənə böyük bagaj verdi o. Yəni mən istənilən əsəri Hacı'nın Kaməməzoğlu ifadəyəndə, Fikirləmək ifadəyəndə artıq deyirəm bu nə istəyir, bəstəkar nə istəyir. Bax, bu keçdiyim məktəb, o fortepiyanada gələn mənə böyük bir baza vermişdi. Ona görə, yəni kimsə deyib sonradan əgər davam eləsə, mən heç ona pis baxmaram. Nəzərə çəkini davam edə bilərsən, yəni əgər tartışılan olmaq istəyəcəksənsə. Ona görə bax, o valideynə elə gəlir, bu yəni bir sebebi. Çok sağ olun. Sonuncu məqam, bir daha təşəkkür edirəm. Havasız sonuncu ömrə kim idi bizdə? Ömrünün istəyi kim ifadəsi? Əmir bəy, müəllimlərin çıxışıyla. Hanı qız? İfade, buyur oğlum. İfadçı gələnə qədər siz buyurun. Sən ifadəsən, ha? Evet, siz çıxardı. Buyur oğlum, o Paris gələnə qədər oğlum sual buyur. Sual mənim üçün daha maraqlıdır, açıq edeyim sizlər. Buyur. Həyəcan necə idarə edirəm? Yaxşı sualdır. Sizə bir texnikdən deyirlər. Yoga ilə məşğul olanlar bu şeyi yaxşı bilirlər. Yoga ilə məşğul olanlar. O vaxt mənim Məhəmməd ağa mən deyirdi, bilmədik nə deməkdir. Nəfəsi alırsan, bundan nəfəsi alırsan, qarın istəyər. Sonra onu birdən-birə ağız vasitəsilə bırakırsan. Bunu bir 5 dəfə eləyəndən sonra bu insana çox kömək olur, yüngülləşdir səni. Bundan da əlavə, bunu kimsə bilməyə bilərlər. Sən hisslərini ən əsas köklənməlisən, nə ifa edəcəksən? Çünki mən ifa edəcəm şagir arzusu, məsəl üçün. Yalnız həyəcanlı oyunu idarə edə bilərsən ki, o əsərdə nə göstərə bilərəm mən, Rüfət müəllimə, nə göstərə bilərəm, Sahib müəllimə. Yəni, peşəkarlar var da, mən onlar da səni bilirlər, 50 də tələbədə keçirlər. Mən sahib olaraq və ya olmaq nədir sənin? Ramazan. Sən Ramazan olaraq o ifadə nə göstərə bilərsən? Yalnız onun vasitəsilə sən onları belə idarə edə bilərsən, yaxşı mənə idarə edə bilərsən. Amma ona yaxşı razılaşmalısın. Yaxşı razılaşmaqsa adama gələn Allah Teala kömək olsun. Çox çətin məqamdır. Yəni bax belə, peşəkarlığınla bir də yaxşı bilməyinlə, yaxşı hazır olmağınla. Hazır olacaqsansa, həyəcan olsa da göstərək. O Allah saxlamış gözü hazır idi ki, şurada nəsə göstərə bildi, ya çara göstərə bildi. Hazır olmasaydı, avtomatik olaraq o özünü göstərəcəkdi. Ya güdürəcəkdi, ya nəsə olacaqdı. Siz cədədə qədər. Mən qədər sizin
təqdim edeyim. Faris Hüseynov. Faris, bir alqışlar Faris müəllimə. Deməli, Faris biz qardaşımızdır Farisin. Çox istəyirəm. Yaşda məndən böyük olsa, heç o yaşını bildirmir. Məktəbi də görürəm ki, sevilən müəllimlərdən biridir. Və Faris dövlət orkestrini belə deyib, əvəz olunmayan, əvəz olunmaz insan yox təsdir. Ancaq mən düşünürəm ki, hərdən yeni sabahlı oradan olar, bu başqa məqamlardan gedir. Faris orada illərini verilmiş bir ifaçıdır və Faris Azərbaycan mühabbətini çox istəyir. Mən şəxsən mənim bir yerdə səfərlərdə olmuşdur. Yəni, o dili bir daha gülməli məqamı danışmayla Faris takdir. Faris mən bazı bir yer başlayıb, getmişik Mazandarına. Deməli, Faris getmək istəmir. İranın Mazandaran bir ayıdı var. Orada heç Azərbaycandan ayaq bilməm, çox az deyil, müzikçi ayağı az deyil orada. Mazandaran bir ayıdı var, şimal tərəfdədir. Və Mesih Balon Faris'in işlədiyi məqamlardır. Deməli, Faris'e gəldik ki, Faris Mazandarana gedir. Köpək olalım mənədə. Dedi, hə, yaxşı, neçə günlük gedirik, 4 günlük gedirik də, əla. Sonra dedim ki, bəs Faris pasaportu verilən, bəs qovaq vize ilə İran. Biz İran səfinə veririk. Ne İran deyir? Dedim, bəs ay, İran'a gedirəm mən deyir. Faris, ne gedirsən? Ay, o da orada restoranda işləyir, bəyən məqamlar var idi, yəni o. Dedim, Faris, biliyor musun, Akasya Mazandaran deyəndə bu yeri bir Tayland, Malayziya. Dedim, mən fikirləşmişim, artıq necə deyəm, Azərbaycan verisi qabalar. Başka, Azərbaycan oradan mesela gittik İran'a, orada tanrıları sevdi. Deməli, gəlmişik bizə misafir götürdülər, ikinci bir məqam, gülməli məqam demişik. Bizə Hüseyn'e sual verir ki, Hüseyn, Azərbaycanla, bu haqqında ne edərsən? Hüseyn öz fikirlərini dedi, Hacılarının oğlu Hüseyn. İkinci mənə sual verdi ki, Sahil Məlim, İran'a gəlmişsiniz, İran'ı necə gördünüz? Festival vaxtına gəlirsiniz, təsəvvürlü suallar baxında, sadə, lakani suallar. Mən də öz bildiğimdən danışdım, Faris'in dediği sual var. Allah'ın da Faris'in sizdə. İran'la Azərbaycan əlaqəsinin siyasi əlaqələri, hansı bir mövzuda olduğunu inkişaflıdır, mən ötüb belə qaldım ki, İstanbul belə qaldı, Faris belə edir. Vallahi mən də iki qardaşımın dindirə qoşulur, ha. Siyavuş gəldi, Allah da can sağlığı versin, al versin, ömrünü istəyir. Buyurun.
görüşmek